Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliğinin 266-cı bölümün başlayıram. Umarım ki, xeyirli, bərəkətli olsun. Allah'a şükür olsun ki, bu günləri bizə ömür verdi və layıq gördü ki, Türk dünyasından, türklər yaratdığı dil uyğarlığından və yazı uyğarlığından bir ayrı təxəssüsü ya uzmanlıq sahəsində bir neçə yüz illik kitabla tanış olaq. Ta bu tanışlıq bizi özümüzə gətirsin və bizi özümüzə inanaq ki, biz, dədələrimiz əgər o zamanda eləyə biliblər, elm sahibi, elm tolid eləyələr, fəlsəfə ürətələr, düşüncə ürətələr, yaşamı, keyfiyyətin yuxarıya apararlar, yaxçı yaşayalar, qudrət əldə edələr, dünyaya qudrətlə hökm elələr, biz də eləyə bilərik. İnşallah ki, belə bir amaca yetişək və özümüzə inanaq. Gedək görək bugünkü kitab, hangi kitab olacaqdır, şansımıza gəlsin. Dünənləri, yəni keçənki cəlsədə baxanda, ikinci dəfə Əlai adında bir kitabı, Əxlaq-ı Əlai adında bir kitabı ələ aldıq. Bu səfər orijinalını gördük. Yəni bu kitabın Türkiyədə saxlanır və əsl kitabı gördük. Qabaqcan biz bunun fotokopisini görmüşdük. Amma bu səfər rəngli, çox rəngli və çox gözəl yazılmış bir kitabı gördük. Eyni halda səhifələri də çox idi. Onu da gördük və bu səfər biraz eləyə bildik ki, o fəlsəfi bölümlərindən də biraz oxuyaq. Orası da ya və siyasi bölümlərindən. Çünki bu kitab siyasət haqqında danışır və fəlsəfə haqqında danışır. Onu eləyə bildik görək və o haqqında danışdıq, kitabı oxuduq. İndi isə gedək görək ki, bu günləri şansımıza hangi kitab gəlir ki, bir 2 ay öncə şayət də çox onları indirmişik, 3 ay öncə. Bir 9 aylıq zatlıq kitab indirmişdik. Bunları qutarandan sonra başlayacaq taza kitablara. Biz buradan oxuduq. İndi Fətavai Fiqhi Əhl-Sünnət Qüstəntəniyev. Baxın görün, burada bir şey qalmayıbdı. Adab-ül çoxduq. Siyasət elmi, Çələbizadəni də dün oxuduq. Qabaqcan da Əlayini oxumuşduq. Əhkam-ı Nücum-u Türkünü də oxuduq. Çox gözəl şeir ilə Nustur Adamuzun tayı bir şəxsiyyətlə qarşılaşırıq. Gedək görək bugünkü bu Fətvai Fiqhi Əhl-Sünnət 1049-cu ildə yazılmış, görsənir bu PDF-in üstündə və Qüstəntəniyyə, yəni ki, İstanbulda yazılıbdır. Kitabın elə əvvəl adına baxında görürük, bu kitab Fransada saxlanır və türklərin, müsəlmanların əlində deyil. Bunu bu yazılardan daha adət eləmişik ki, görək bu yazılar nədir? 1640-cı ildən miladi ilinə elə bir ki, bu kitab septembrın 18-də gedib bunların əlinə yetişmiş görünür, ya da ki, tarixi o cür çıxardıblar kitabdan. Kitabın cildinə baxırıq, kağızına baxaq əvvəl bir sürətlə. Bu kitabın tedad səhifələrinə də bir baxaq. 762 səhifədən ibarətdir. İndi bunun tarixini burada yazıblar. 1049, mən də burada yazım. 1049 Hicri qəməri və Fətvai Fiqhi. Fətavai Fiqhi Əhl-i Sünnət. Əhl-i Sünnətin fiqhi. Dilinə də baxarıq, gördük ki, nədir? Yazarı kimdir? Onlara da baxarıq. Kitaba belə baxırıq, görürük ki, kitabın cildi qırmızı göndən ibarətdir. Dövrəsində bir nəxşəsi var imiş. İndi bunu mən türkcəsini bilmədiyim üçün işlədirəm. Bərcəstə ya fururəfdə qazılmış kimi görünür. Dövrəsində və ortasında ki, kitab çox işlənibdir, rəngi xərab olubdur, həm də çirklənibdir. Dövrəsində cırılıbdır, kitabın köhnəlməsini görürük, əprəməsini görürük. İkinci səfədə, yəni cildi açıblar, cildə yapışan olan kağızda onun türk olmasını yazıblar və Osmanlı dövründə su üzündə olan nəqqaşini görürük. Bir ayrı səhifəni açıbdır, bu birisinin orada da türkcə bir yazılar, ingiliscə ya fransızca bir
yazılar görürük ki, mənim savadım onu oxumaqdan acizdir. Eyni halda yenə də o birisi səhifədə bir şeylər görürük və onu da oxumaq çətindir. Burada da Fəransənin möhrünü görürük və kitaba yetişirik. Kitabın Bismillahirrahmanirrahim ilə başlanır. Fiqh kitabları İslam dünyasında mollaların düşüncələridir. İslamla ilgisi çox azdır. Yəni %99.99'u fiqh kitabların İslama, dinə ilgisi yoxdur. Mollaların topladıkları düşüncələridir tarixdə. Əslən İslamla ilgisi yoxdur. Mollalar, dinçilər tarixdə şəraitə baxaraq, savadlarına görə, təcrübələrinə görə, anlayışlarına görə faydalar ki, özləri ya toplum alacaq onun üzündə və zərərlər ki, ondan qaçmalıdırlar, onun üzündə fətvalar veriblər. Bunlar İslama rəbti, dəxli yoxdur. Amma bu günləri o qədri çoxalıblar ki, Qur'an və İslam bu mollaların nəzərləri içində itibdir. Biz əslində indi İslam yaşamırıq. Biz əslində indi hər kəsən bir İslam özünə görə yaşır. Sonra da bir İslam toplumda orta bir İslamda toplumlarda yanaşır. Hər toplumda o birisi toplumdan fərqlidir. Bir kiçik kətdə, ondan bir yekə şəhərdə, ondan bir böyük şəhərdə, ondan böyük iyalətdə hərəsində bir fərqli İslamdan söz eləmək olar. Çünki qalıbdır orada hangi mollanın indi sözü geçir, onun İslamın yaşanır. Peyğəmbərin İslamı yaşanmır orada. Hər halda kitabın burada çox önəmlidir İslam dünyasında hər halda fiqhi kitablar, şəriyyatlar və məncə İslam bu şəriyyat və mollaların fikirləri İslamın və müsəlmanların ayaqlarını bağlayıb, onları hərəkət eləməkdən qabağını salır. Yaraşır, yox bir batlaqdır bu mollaların tarixi düşüncələri ki, bu batlaqdan çıxmaq gərəkir. Bu batlaqdan çıxmaq yolda budur ki, bu batmaq gərək əvvəl quruya. Mənim nəzərimcə. Yəni fətvaları biz bu cəhətdə oxuyaq ki, bunlar tarixdə belə bir düşüncələr var. Amma bu ki, bunlar İslamdır və biz bunları məcburuq indi də əməl edirik, bunu qoyaq qırıq. Bu, onlar bunu qurutmaz. Yəni biz bunlara tarixi baxaq. Amma hər halda bu kitaba qeydəndə görək ki, bu kitabda nələr yazıbdır, hangi dildə yazıbdır. Çünki şəriyyatı görək bir dildə yazacaqdır da, o dildə hangi dildə yazıbdır və nə cür yazıbdır, nə cür düşünübdür, hangi zaman düşünübdür, kim yazıbdır. Bunları görməliyik və anlamalıyıq. 762 səhifəlik bir kitabdan danışırıq ki, bunun 1, 2, 3, 4, 5, 6'sı bu tərəfdən, 7'si 8'i. 8 səfəsi cild və kitabın içində olan ağ səfələrdən ibarətdir. Ehtimalən 8 də axırda olur. 16 səfəsi bunun oradan çıxandan sonra məsələn qalar 750, 740, 647 səfəsi, məsələn 48 səfəsi belə. Tamam, indi yenə qeydək kitabın özünə və kitabın görürsünüz ki, bir kitab heç bir işil görülməyib buna. Çünki dövlət tərəfindən yazılmayıbdır. Dövrəsinə bir rənginə, qırmızı rənginə çərçivə çəkiblər. Bismillahirrahmanirrahim də dövrəsinə çərçivə çəkiblər, qalıbdır. Nəqqaş istinzadan çəkməyiblər. Kitabın iki tərəfin sağ və aşağısını boş qoyublar yazmaq üçün. Fəqət bir dənə burada yazı görürük ki, onu da gəlirik oxuyarıq ki, nədir. O birisi səhifələrdə də eyni elə buna taydır. Əlbəttə o bir səhifədə 3 tərəfin boş qoyublar, o kadrın əl yazmadır, çox bir gözəl əl yazmadır. Əgər bu üstdəki tarixçi yazıblar, onu nəzərdə tutsaq, kitab indi 1447-ci ildir yox, bundan çıxsaq 1049, bəli, 1049-un çıxsaq qalar 398 il öncə 398 il öncə yazılmış görürük bunu. Tamaşadan qeydaq, bu əl yazı 398 ilin, 400 il öncənin kitabıdır. Bunun qırağında görürük ki, bir şeylər də yazıblar, o təkrar olubdur, amma baxarıq görürük nədir. Xətti biraz mənə çətin olacaqdır, çünki
bunun qələmi, indi əlbəttə bilmirəm ki, ərəbcədir, türkcədir, onu gərək baxaq, çünki bunun çoxu ərəbcə olacaqdır. Amma məncə yəni, indi bunun oxumağı mənə biraz zor gələcəkdir. Xətti çox da aydın deyil, xəttlər, sətirlər, xəttlər bir-birinə yaxındır, kəlmələr bir-birinin içindədir. Məsələ və cavab. Məsələtun əl-cavabu. Belə qədimdən deyərdilər, yazardılar. Onu burada görürük. Kitab üst-üstə yaxşı saxlanılıbdır. Şayət fikri olduğuna görə çox diqqət ediblər. Fəlsəfi, siyasi kitablara çox diqqət edilmir. O qədər də buna şey geçməyibdir. Sudan zaddan geçməyibdir. Çünki bu kitab çox uzundur və təqribən hamısı da bir modeldə yazılıbdır. Əlbəttə bəzən qıraqda da qırmızı xətt ilə yazılıbdır. Mən bunu biraz sürətlə aparıram ki, məsələn, tez buradan qeydaq kitabın özünə bir göz ataq, görək ki, nə cürdür. Mən gedim indi 300-ci səhifədən bir 307-ci səhifə 8-9. Xətt də aynıdır, biraz daha bir-birinə qatışıq yazıbdır. Gedək 400-ci səhifələrdə görək nə xəbər var, 407. Xətt aynıdır. Burada bəlli olur ki, sual-cavabı sonra yazıblar. Qırmızı xəttlə ki yazılmışlar, onu sonra yazıblar. Çünki yeri boş qoyubdur. O boş yerlər doldurulmayıbdır. Oradan bilirəm ki, bəli, məsələn, burada indi doldurdular. Yəni, bir neçə səhifədə doldurmayıblar. Burada ortada 1, 2, 3, 4, 5. 5 səhifə ya 4 səhifədə doldurmayıblar. Ondan sonra yenə də o şeyləri məsələtun əl-cavabı bunları yazıblar. Gedək şuraq 500-ci səhifələrdə nə xəbər vardı? 512-yə gəldik. Burada da yenə aynı bu səhifələrdə görürük. Bu səhifədə o şey görürük. O şeyi yazmayıblar. Məsələtun və cavabı yazmayıblar. Yaddan çıxıbdır hər halda. Kitabul Vədiə. Burada hala kitabları görəndə deyərik, xidmətinizə ərz edirəm. Məsələn, bu şəriyyətdə hər bölümün özünə, məsələn, Kitabul Heyət. Yəni, hər bir məbhəsin özünə bir kitab hesab olurdu. Məsələn, zəkat bir kitabdır, cəhad özü bir ayrı kitabdır, namaz ayrı bir kitabdır, orucluq bir ayrı kitabdır, heyz-u nifas xanımlara görə bir ayrı kitabdır. Gedək 700-cü səhifəyə baxaq, görək ki, 700-cü səhifədə var. Yenə dedim, bu bəzi yerdə bu kitabı boş qoyubdur ki, sual-cavabı yazsınlar. Bəzi yerdə yazıblar, bəzi yerdə yazmayıblar. Əlan bu səfərlərin heç birisində yazmayıblar. Mən də bunları görürəm. Əlan əl-mutasaddi o sabi belə bir şey yazıbdır. Məsələn, amma üstündə şey yazmayıbdır. O əl-cavabı və sualı, onları məsələtun əl-cavab. Burada da yenə görürük ki, bunları da yazmayıblar. Gedək kitabın sonuna baxaq. Görək ki, sonunda bir tarix tapaq. Yap sonuna gələndə kitabın əksini görürük. Hər bir açıdan, açsız yeni zaviyə, çoxlu fərqli zaviyələrdən kitabın əksini görürük ki, nə vəziyyətdədir. Bunları mən də qeytərirəm axı. Bu da cildi. İndi əgər istəyək beləsi baxaq, görək ki, axırda neçə səfər? Bu 1 səfər, bu 2, bu 3, bu 4, 5, 6. 6 səhifədə axırda 8, 6, 10, 4 səhifə kitabdan boş səhifələrdir. Kitabın ən son səhifəsində bir yazılar görürük və möhür görürük ki, bu kitabın özü ilə bağlı deyil. Çünki zəncəfildən zaddan da burada danışıbdır. Və yenə bir səfər boş görürük və burada kitabın sonu. Əvvəl bu kitabın sonuna baxaq, görək ki, əcəba biz eləyə bilərik buradan bir tarix çıxadıq. Calibdir, bu kitabı yekəldəndə oxunmur. Çünki şeydir, xətti, dünyada bu təhddir, yəni əl xəttidir. Bir nəfər bunu yazıbdır və bu yazanın qələmi çox yontalanmış qələm deyil, yaxçı yontalanmış qələm deyil, çox pis yontalanmış qələmdən ibarətdir. Amma yazı yazıbdır, Allah rəhmət eləsin, ruhu şad olsun, Allah günahlarını əfv eləsin, inşallahü-rəhman. Amma görək ki, nə yazır? Yazır ki, əgər eləyə biz oxuyaq. Fi əvvəli fəsli fi kitab-ı dəva və cəm'uha munadi
munqatihil vidad ya muftehil vidad kesruha keza sema'tuhu fi sigatin ki da'va çox çətindir. Şərh beyti summa fatva el-alim Rabbani qədim qəd təmmə. Hal burada bir şey bir sətri buldum çünkü zor idi. Səmətəhu min sigatin ki da'va der adi nemine fil haqaiqi kitabın adını. Fil haqaiqi fi şerh beyt şerh summe fatva el-alim Rabbani qad temmel kitab bi unillahil melikil vehhab qad bada'tu kitabı ha zaman başlayıb onu yazır. Qad bada'tu bi tahriru hazə şey'i mən şey oxuram ama şey olmayacaqdır. Hazə nəməni əş-şərifə hazə nusxətə şərifə. Bəli, nusxə. Gördüm ki, şey burada yaxşı məni verməz ona görə. Hazə nusxətə şərifə fi əşril əvvəli min zilhəccəti şərifə. Zilhəccənin 10 əvvəl 10'unda. Dəqiq bilmir hangi gün ona gəldi. Fil əşrətil əvvəli min zilhəccəti şərifə. Pəs bunun tarixini burada yazsaq. Ya əgər əvvəl inci 10 gün nə mənə dedi? Zilhəccədən. Zilhəccə. Tamam, bu da bu. Ondan sonra səni-i tis'a və ərbəinə və əlif. 1049 düzdür. Səni-i tis'a və ərbəinə və əlif. 1049. Tamam. Ve vəqəə el-itmamı bi tevfiqillahil melikil mennan şəhri. Aha, onda başlamışdı. Yani bunu deyək ki, başlangıç tarixi. Bu olur. Tamam. İndi qəd vəqəəl itmamı bi tevfiqillahil melikil mennan şəhri zilhəccətul əvvəl. İndi hangi vaxt başlayıbdı? İtmam yazaq ya şey eləmək. Şəhri nə mənə? Melikil mennan şəhri zil əvvəl nə mənə? Niyə əvvəl bu? Yani cazil evvel o şeylerden biri, aylardan biri şey zinen başlar, yani zinen qutarır. Mesela cəmadiyül, cəmadi olacaqdır. Cəmadiyül əvvəl səni-i xəmsinə və əlif. 1050'də kitab qutarıbdır. Əla yədi Abdüzzəif əl-muhtac ilə rəhməti Rabbil Ğafur Muhammed ibn Abdurrahman sakini fi Qüstəntəniyyə. Yazar kimdir? Yazar Muhammed ibn Abdurrahman sakini fi Qüstəntəniyyə. Yani indi burası bir məsələ.
Qustantiniyə hava şey olubdu, azad olubdu. Onu bir şeydən soraq ki, Azad İstanbulu Məhəmməd Sultan İstanbulu Sultan Məhəmməd Fatih hançı çağda fəth edib. Tamam, görək ki, bunu 27 Cəvədə 857-də bu tarix 1453 şeylə bu da 1050-də bu kitabı qutarıbdı. Yəni üst-üstə 200 il sonra bu kitabı yazıbdı. Tamam. Bu da calibdir. Yəni 200 il sonra hələ buranı Qustantiniyə deyirmiş. Zalibdir. Biz türklərdə görürsünüz şey yoxdur. Bəzən beləsi deyim, sahiblanmaq yoxdur. İndi bu kəlməni dedim, o qədər zehnimə gəlir ki, içəridə hərəkət gedir İranın hər yerində. Dövlət yıxılacaq. Azərbaycanlıların dəlili budur ki, Pəhləvi gələr, vətənə sahib çıxmağa istəmir sahib çıxar ki, Pəhləvi gələcəkdir. Biz Pəhləviyə işləmirik. Sən öz istiqlalını elan elə, dövlətini yarat, amma yox, bizim ziyalılarımızın bir çoxunun, hamısını demirəm, bir çoxunun, %90'ının belə görünür ki, nöqtəsi var və bu nöqtəni boyunlarına salan İran İslam Cumhuriyyəti və onları o sahədə bizi kontrol edənlərdir. Və biri də götürür mənə yazır ki, sən niyə nüsxə çevirir? Mən nüsxə demək vəziyyətindəyəm. Mən bu acı sözləri mən deyəcəm, içəridə deyə bilməzlər. Eşitdə də deyənlərin çox cəsarət eləyib deyə bilməz bu acı sözləri. Amma ürək yanması acı söz deyilməz. Hər halda gedək kitabımıza. Bunu da şey elədik, kitabın tarixini bildik, həm başlanış tarixini, həm də qurtuluş tarixini. Qeyddik, gəldik kitabın əvvəlindən başlayaq da. Tarixə ehtiyacımız yoxdur, gedək oranı oxuyaq. Bismillahirrahmanirrahim. Məsriyi toprağı əbriq ilə dəm əbriqdən vüzudə qəngisi olardır. İndi diqqət buyurun ki, fiqhdə məmulən suallar çox çətindir. Yəni dili çətin bir dildir. Çünki onu o cür eləməsələr mollanın şeyi qalmaz, etibarı qalmaz. Gərək dilin çətin eləyələr ki, adamlar deyir, bu adam çox belə şeydir. Yox, o cür deyil. Əgər dilin rahat eləsək, insanlar rahat anlarlar və qutaracaqdır. Topraq əbriq ilə, əbriq bir növ şeydir, fikirləyirəm ki, saxsi. Saxsi əbriq. Əbriq, gərək bunu gedək bu şeydən soruşaq. Əbriqin əksin istəyək versin. Əbriq əksin versə, bu əbriqdir. Burada görürsünüz, bu əbriqin əksidir əlam. Buna əbriq deyirlər, bu qaba. Ərəbcə gərək olsun. Amma bunun torpağı da var. Yəni, saxsı ilə də düzələni var, onu istir desin. İndi bundan soruşur, bir nəfər soruşur ki, topraq əbriqi ilə dəmir əbriqidən vuzu qəngisi oğladır. Deyir, oğla, yəni torpaq saxsı əbriqlə dəstəmaz almaq, dəmir əbriqlə dəstəmaz almaqdan oğladır. Yəni, əgər saxsı olsa ondan suyu töysaq buramıza, o çox yaxçıdır. Müsəlmanın şeyinə baxa, yəni istir onu
bizi belə seviblər, aparıblar bunların içində qərq eləyiblər. Yəni müsəlman əvəzin ki fikirləşə ki, mən gücü necə çoxaldım, necə rifahı çoxaldım, necə ixtira eləyim, iktişaf eləyim, beynini aparıblar bura ki, dəstəmaza tökdüyün suyu dəmir qabdan töksəm yaxşıdır, yoxsa saxsı qabdan töksəm yaxşıdır. Əlbəttə bunlar özləri teknolojiyə gedə bilər. Yəni amma teknoloji yarandığı üçün soruşur da, yəni bu adam. Əl-cavab, toprakdan olmaq Adəmdən nədir? Adabdəndir, nə mənə? Adabdəndir. Adabdəndir. Tamam, bu kitabı oxumaq zor aparacaq. Adabdəndir. Dəmirdən ələcək, qəlaylidən kərahət yoxdur demişlər. Özü demir. Deyir ki, deyiblər beləsi ki, kərahət yoxdur, dəmirdən olsa, qalaylı ansol, qalaylanma. Qalayla misi verirdə qalaylanırdı, pəxir deyirlər olur. Yəni, o zaman ki, onun içi, o mis şeyi çıxır, acısı çıxır suya, ona deyirlər pəxir olubdur. Yəni, paslanır. Paslananda ona deyirlər ki, pəxir olubdur. O pəxir olanda ona aparırlar verir qalayçıya, onun üçün qalay çəkir, o biraz da pəxiri aradan gedir, sonradan deyir ki, toprakdan almaq adabdəndir. Toprakdan necə olsa adabdəndir və dəmirdən alacaq qalaylardan kirahət yoxdur. Qalaylanmış olsa kirahət yoxdur, çünki acı olur o birisi tərəfdə bir şey götürür demişlər. İndi burada bir ərəbcə bir şey yazıbdır ki, inandırsın da, yəni doğrudur, bir peyğəmbərin tərəfindən gəlib belə bir söz ya gəlməyibdir, onu biz bilmirik. Nə mənə yükəssirul əklu fi sığəri və fin-nuhasi ilə qeyril mütəlla bir riyasi min əynə Seyyid Əli min İbni Seyyid Əli şərh-ü şər'ə fi fəsli təsənnünül əkli əl-adabi tərkül israfi və təğyiri və kəlamin nasi vəl-istiğanəti və ənil və bərri. Görürsünüz ki, burada istəyib müstənəd eləyək ki, filan kəs bu sözü İbni Seyyid Əli şərhi kitabı şər'ə fi fəsl, onun da içində fəsli filanda bu sözü deyibdir. Üstəki sözü. Ki o üstəki sözü də bilmirəm ki, indi nə qədər rəbti vardır. Çünki orada mütəlladan danışır. Mütəlla da bir rəsas, əlbəttə. Rəsas da nə deməkdir? Mütəlla, mən indi bunu təla adında işlədim, amma inanmıram təla adın olsun. Əl-mütəlla bit-tərras yazıq ki, əl-mütəlla bi, nə deyir onun adı? Əl-mütəlla bil-rəssas. Əl-rəssas. Görək nə deməkdir. İbarət əl-mütəlla bil-rəssas ərəbidə bu mənadadır. Əl-mütəlla rukeşi puşidə şudə, təlakari şudə. Əcəba təla özü yəni şeydir. Bir rəssas sürb, filiz. Rəssas olur bəs sürb. Güllə istəyirdim, rəssas məmulən güllədə işlənir. Onu burada gördüm, bəli, sürb olanda olur güllədə. Farsiyə də gedib muzabi dağ deyirlər. Gördüğünüz kimi suallar türkçədir, cavab da biraz türkçədir. Qalandan sonra indi burada davam edir, bir ayrı bir şeylə davam edir ki, mən oxuya bilmirəm. Allah Teala və ismuhu nəbiyyi halil istinca və koni enihi harfunda fulan getdi ürvətül əbrik salasən və vəsəhu əla yəsari sağ qoluna qoysun 3 dəfə onu neynəsin, beləsi bir şeylərdən. Yəni insan gedir tualetə, istir özün ya istir dəstəmaz alsın. O deyir ki, bunu adamın fikri gedir bura ki, mən bunu hangi tərəfimə qoyum, neçə dəfə götürüm, töküm, nə cür töküm, sağ əlimlə, sol əlimlə. Yəni adamın fikri sadəcə, yəni müsəlmançılıq gedibdi, dedim, batlağa gedibdi. İslamda günah yoxdur. Yaradıcılıq əgər olsaydı, İslamda günah olsaydı, şeydə də olardı. Yəni İslamın əvvəlində də olmazdı. İslam
çox güclü bir şey oldu. Mən demirəm amma İslamın içində xəşin qanunlar yoxdur. Çünki dedim, İslamın içi, İslam %99.99'u değişkəndir. Bunu dəfələrcə demişəm, təkrara ehtiyac yoxdur. Hər kəs istəsə qabaqçı videolara ya yazılarıma o haqda baxar, görər ki, mən nə düşünürəm. İslam değişən bir dindir. 2-3 şey İslamda sabitdir. Allah birdir, şəriki yoxdur. Məhəmməd Allahın göndərilmişidir. Qiyamət olacaqdır. Bunlardan sonra qalan hər nə mənə vardı kitabda, Quranda değişkəndir. Və İslam tarixində, yəni İslam tarixində Hz. Məhəmmədin yaşam tarixində Qur'anın ayələri değişibdir daimən. Yəni hökmləri, ayə deməyək. Hökmləri daimən değişibdir. Və bunu da müsəlmanlar saxlayıblar, İslam saxlayıbdır. Yəni 3-cü xəlifə ya 2-ci xəlifə, hər kəs bu Qur'anı toplayan zamanda deyiblər ki, biz bunu eləyə bilərdir. Axir, məsələn, namaza məşrub içməyin, məşrub deyəndə, yəni müskərat. O şey ki, məst edir, rüşdən çıxadır. Deyir, bunu içməyin, elə əvvəldə deyərdi ki, bunun axırdəkini deyək da içməyin. Amma onu deməyibdir. Deyib ki, əvvəldə la təqrəbus səlat və entum sukara, ondan sonra deyibdir ki, nə bilim, filan eləyin, ondan sonra filan eləyin. Əvvəldə də əsən içirmişlər, namaza gələndə içirmişlər. Ta o günə can ki, bir nəfər namaza gəlibdir, namazda başlayıb məsələn təpiy atmağa ona buna. Deyiblər ki, tamam, bu məsciddir, bundan bizə namaza məscidindən belə gəlməyin. Ondan sonra da məsələn filan olubdur, deyiblər beləsi. Axirdə deyir ki, bunu mən şeydə toplamışam, əgər olsa bunu hətta istəsəz, burada bir şey elədim, bir axtarış elədim. Əgər tapa bilsəm onu, cəlibdir ki, mən 3 dənə telefonda zətdə istifadə edirəm bundan. Bundan onların fərqi var. Yəni, indi burada o yazını görmürəm ki, ayat-ı Qur'anı, məsələn, mən orada şey eləmişəm, demişəm. 14 dənə Qur'anda küllündə deyir ki, şey var, həram var. Qalanı həram deyil. Və əlbəttə bunların da bəzisi, mən baxırdım, şey deyil. İndi bunu istəyirəm buradan görüm. Burada deyildi. Buradan gedəcəkdim. Məsələn, mən bunu belə bir iş gördüm. Ayat-ı, burada tapdım. Amar-ı kələmat der Qur'an. Qur'anda hər kələmə neçə dəfə işlənir. Bunun sonuncusuna geçsək. Məsələn, şəraba görə yazıbdır ki, şərab. Maidə surəsində deyir ki, şərab. Bəqərə surəsində 219-cu ayədə deyir ki, bunun günahı çoxdur, uzaqlaşın. Nisa surəsində 43-cü ayədə deyir ki, məsli halətində namaza gəlməyin, namaz qılmayın. Və şey halətində, Maidə surəsində 90-cı ayətdə deyir ki, uzaqlaşın. Bu, özü demir həramdır. Deyir, uzaqlaşın, şeytan işidir. Bir ayədə də deyir ki, bunda mənafi də var, zərəri mənafiyindən çoxdur. Yəni, mənafi olan bir şey. Yəni, rəsmən bu ki, deyə bunu şey eləyin, amma, məsələn, indi bu ayələri bir cür eləyibdir ki, görün, bunu görə bilirəm. Bu ayəni, məsələn ki, təhrim eləyibdir. Ya əyyəhəl-ləzinə amenu innəməl xəmrə vəl-meysərə vəl-ənsabə vəl-əzləmu ya əzlamü ritsun. Mundardır. Mundardır. Şey deyil. Min əməli şeytan. Şeytanın işlərindəndir. Fəstənəbuhu, uzaqlaşın bundan. Uzaqlaşın deyibdir. Deyib ki, kollən bir, məsələn, yəni İslam beləsi. İslam deyəm ki, İslam Qur'anda o həramları da fərqlidir. Məsələn, həramın deyirlər hər bir şeyinin, hər halda onlardan geçək. Tamam. Burada ərəbcədir. Mən bunu çox da oxuya bilmirəm. Yəni bir çox ərəbcədir. Fi cəmi əhlihi və əfalihi və bifaydetil vahiy nəminə və təht əncam əl-xatəmi və zikril məxsusi ində kulli uzvin və enlə hər üzvü şey eləyəndə, yuvanda, təmiz eləyəndə fulanda ona görə zikri məxsusu verdi və la yəltəmmu vəşəhu və tamam. Yəni, bir dənə sual soruşur. Türkcə cavabında
bir kitab şey yazıbdı. Ərəbcə bir şeylər yazdı. Məsələtün, Zeyd abdəst aldıqda, abdəst farsçada yoxdur. Bu türklərin yaratdığı, dedim, bütün fars dilin türklər yaradıblar. Farslar onu biraz zaman içində, farslar yox, türklər. Türklər onu, biraz onu zaman içində yumuşaldıblar. Amma türklər yaratdıqları üçün bir iddə sözlər vardı ki, türkdə işlənir, farsda yoxdur. Mesela onlardan biri abdəstdir. Abdəst türklərdə, farslarda işlənməz. Fars kitablarında, fətvalarında bunları siz görürsünüz. Amma türk kitablarında bunu görərsiniz. Zeyd abdəst aldıqda həman abgərlərinin əla qılmış ikən hədəs vaqi olduqda. Zeyd abdəst aldıqda həman abgərlərinin qılı qılmış ikən, bilmirəm nə deməkdir, hədəs vaqi olduqda. Hədəs yeldir, bir şey insandan xaric ola, çıxa, ona deyirlər. İstinşaq lazım gəlirmi, yoxsa hədəs naqizi vuzu olub, vuzu tamam olmadın, icrası nəqz etməyib. Ayaqların yumaq kifayət edərmi? Deyir ki, dəstəmaz alanda ortasında bir yel çıxdı adamdan. Onda batil elər vuzunu, yoxdur ki, yox elə, davam eləsin. Yəni, biz gedirik beləsi bir şeylərin arasında. Buna da yenə dedim, gedir əvvəlində bir kəlmə türkcə, qalanı ərəbcədir. Bunu ötürək. Bu kitab çoxca ərəbcə olduğu üçün və xətti də biraz dünyada təh bir xəttidir. Yəni, bu yazan bir şəxsidir və bu çox belə özəl bir dilinə yazılıbdır. Bunu da mən adım biraz çevirim ki, bəlli olsun. PDF çoxu ərəbcədir. Beləsi deyək, bunu bağlayaq. Tamam, bu kitabı da beləsi dedik, bağladıq ki, Konstantiniye'ni saldı şeyin içine, cəlib oldu. Gedək bu birisi kitabı yox. Şirin, Xosrov Şirin olacaq. Bəli, Xosrov Şirin şeiri türkü nüsxəyi nə mənə. Görək ki, bunu əlbəttə fikir edirəm ki, bir Xosrov Şirini qabaqcan oxumuşduq. Əcəba odur, yoxsa fərqli bir şeydir. Bu da Fransada saxlanır. Qabaq kitabətay. Bunun da Xosrov Şirin türkcə nüsxə xətti əlyazmadır. 514 səhifədən ibarətdir. Və hər səhifə PDF-də bir səhifədir. Çünki bu Fransəlilərin qoyduğu kitabdır. Kitabın cildinə baxırıq. Bir gönnən cildi var. Kitabın içi də cildi də, yenə də iç tərəfi də gön kimi görünür. Kitabın bir səhifəsinə baxırıq. Kamilən burada çürüyüb, əpriyib, tökülübdür kitab səhifəsi. Yenə də ayının o birisi tərəfindən də əks görürük. Bir səfə ehtimalən bu kitaba yapışdırıblar bu şeylər. Fransəlilər orada özləri buna bir yazılar yazıblar. Onun arxasında görsədir. Orada da bir tarixlər yazılıbdır. Xosrov Şirin adı ilə başlayır. Bu kitabı görməmişəm çünki bu beləsi deyildi. O gördüyüm bu şey də olsa, bəlkə bu bir ayrı nüsxədir onunla necə olsa. Əlbəttə xətti getdi burada ona bənzədir. Kitab-ı Xosrov və Şirin. Burada da görürük bu xətti çox fərqlidir. Yəni onu oxuya bilmişdim azdan çoxdan. İnanmıram ki, bunu oxuya biləm. Dərməti Sultanül Əzəm Sultan Murad ibn Məhəmməd xan. Burada da Sultan Muradın dövründə yazılıbdır. Fikir edirəm ki, bunu oxumuşduq. Qəsidə-i Tövhid, bəli, fikir edirəm bunu oxumuşduq.
Amma bu fərqlidir. Yəni bu ondan daha çətin xətti ilə yazılıbdır. Onun xəttin azdan çoxdan oxuduq. Mənim bəli yadıma gəlir ki, bu la ilahe illallahları zadı oxudum. Orada bu da o kitabdır. Hər halda bunu da qoyaq qalsın, çünki bunu oxumuşuq. Mənim o tür zehnimə gəlir. Ayrı bir nüsxə ola bilər ya da elə həman nüsxədir. Mütəmə məsələn mən bunda Şirin o Xosrov Türkçe. Tamam. Gedək bu birisini açaq görək ki, bu nədir? Bu çox yəni o bir dənə İslamdan kitab açdıq fiqhdən. Onun ərəbcəsi çox olduğu üçün və qələm yazısı fərqli olduğu üçün onu oxumadıq. İkinci kitab ki açdıq, bu qabaqcan oxumuşam Xosrov Şirin nəzərimə. Ya odur, ya da elə onun tayıdır, çünki hər şey ona bənzirdi, onu da qoydum qaldı. Və indi bir kitab açdıq, bu çox təxəssüsü bir kitabdır. Bu kitabın əvvəl baxaq şeyinə, zahirinə görək ki, kitabxanada kitabı dik qoyublar, saxlayıblar. Bu kitab müqəddəsdir. Əvvəl bunu deyim ki, Qur'andır. Bunun cildində baxsaz bəllidir, gönnəndir. Bunun qıraqlarında dörd tərəfində, hər səfənin dörd tərəfində və ortasında nəxşələr var imiş ki, onlar tökülüblər. Baxsaz görərsiniz ki, kitabı elə qoyubdur ki, çox gözəl əks götürülür. O tökülübdür. Yəni kitab çox işlənib, çox köhnəlibdir. O bölümləri ki, buranı yapışdırmışdılar, gözəllətmişdilər, onlar tökülübdür. Burada yenə onu baxırıq bir ayrı zaviyədən, burada görsənmir ki, tökülübdür. Yəni o tökülməyi görsənmir. Bu da bir ayrı açıdan baxırıq kitabın burasını deyirlər, kitabın burasını deyirlər Şirazə. Şiraz sözü də bundandır. Yəni Şiraz sözü o şey ki, türkləri bir-birinə bağlıdır, ona deyirlər Şiraz. Yəni ora Türk dünyasının ortasıdır. Şiraz ki bugün vardı. Türk dünyasının ortası olduğu üçün şərq ilə qərbi Türk dünyasının ora bir-birinə bağladığı üçün ora deyirlər Şiraz. Və bura Türk dünyasının ortasıdır. Söz türkçədir, insanları türkçədir. Sonralar farslar yavaş-yavaş farslaşıblar. Və oradan da indi də farslıq şey oldu. Gedək o birisi səhifəsinə baxaq, yenə də bunu görmüşdük, orada ehtiyac yoxdur. İndi səfənin içini açır, içində baxın, o tərəfdəki dörd tərəf qopmuşdu dedik, onun burada abı olduğun və rəhlərin görürük. Yəni içəri tərəfdə qalıbdır, onu görürük. Bu birinci səfə sol tərəfdə yəni ağdır, ona səfəni vurur, iki tərəf yenə də ağdır. Yenə də bu dörd tərəf 5-ci səfədir ki, ağdır. Kitabın özü başlanır. Bismillahirrahmanirrahim deyə başlanır Qur'an. Üstdə Osmanlı dövrəsində yazılmağı bəlli olur. Üstdə o şey vardı, bir haşiyə deyək vardı. Aşağıda haşiyə ilə şey vardı. İndi fərşlərimiz bu mu deyirlər? Yəni bizim fərşlər ki, Azərbaycanda özəlliklə toxunur. Demək olar ki, Qur'ana çəkilmiş nəxşələrdir. O zaman çəkilən nəxşələr vardı. Onları bu günləri gətirirlər, fərş adında işlədirlər. Məsələn, bu o birisi səhifəsində gedirik. Qur'anın məmulən birinci səfədə həmdidir. Ondan sonra gedir Bəqərə surəsinə. Burada onu görürük. Burada görürük ki, bir nəxşə çəkiblər, qalıbdır. Burada da bir fransızca yazı yazıblar. Sonra yenə kitabın əslisi buradan başlanır. Bismillahirrahmanirrahim, elhamdülillah və Bəqərə. Yəni əvvəl o Həmd surəsi başlanır, sonra Bəqərə surəsi başlanır. Hər bir surənin də başında bir deyək ki, bir bilmirəm buna, haşiyə deyirəm mən. Onu görürük, qoyublar. O birisi səhifələrdə haşiyə yoxdur, fəqət çarçivədir. Yəni buna deyirlər ləvər, bala haşiyə. O qoyulubdur və qızılla rəhlənibdir. İndi burada bir şey də ki görürük. Bu birinci səfənin qırağında haşiyə yazılıb Qur'ana. Ərəbcə.
və bunları da Kazaşdan onlara da çərçivə çəkiblər. Bu çox cəlib bir şeydir. Mən birinci dəfə bunu görürəm. Qur'ana da haşiyə yazılıbdır. Əlbəttə bu Qur'an iki dillidir. Bir farsça, bir ərəbcə, bir də türkcə. Və hər bir ərəb kəlmənin səsin qoyubdur. Yəni ə, e, ö, a, u, i qoyubdur. Türkcəni də a, e, u, ə, e, i qoyubdur. Yəni həm türkcənin erablarını qoyubdur, həm ərəbcənin erabını qoyubdur və tərcümə edibdir. Hər kəlmənin, ərəbcə kəlmənin altında türkcəni əyri-buyru yazıbdır. Yəni buna görə ki, yerləşdirə əyri-buyru yazıbdır. Bu kitab buna deyirlər tərcümeyi ləfz be ləfz. Yəni hər bir ərəb sözünün altında onun mənasını yazıbdır. Burada Qur'anın anlamı doğru çıxmaz. İranda hətta bu gün də farslar belə tərcümə edirlər və qələt tərcümə edirlər. Normalda tərcümə də qələt olur, amma ləfz be ləfz edirlər və bu düz çıxmaz, anlaşılmaz. Çünki ərəb cümləsinin düzəlməsi fars cümləsi ya türk cümləsi ilə fərqli quruluşu var. Quruluşları müraat eləməsən anlaşılmaz ki sözlər. Elə bir ki ayrı-ayrı lüğətnamə yazırsan. O cür olar. Gərək ona deyəndə deyəsən ki, bunu lüğətnamə oxuyacaqsan. Hər halda bu Qur'anın səhifələri 362 səhifədən ibarətdir. Mən bunları çevirirəm. Biraz rəngi abıdır. Nəzərimə gəlir kitabın ağırlığı mənə ab. Əlbəttə dəyişdi. Və nəzərimə gəlir ki, əl yazması da dəyişdi. Yəni Qur'anın əl yazması birinci səhifə ilə dördüncü səhifədir yax və o birisi ya bu səhifə ilə mənim nəzərimdə biraz dəyişilir. İndi nə qədər ola bilər, nə qədər ola bilməz, bu doğrudur, düzdür. Mən məsələn bu səhifə ilə bu səhifənin fərqini görürəm. Mənə fərqli gəlir. Bəlkə rəngindən dolayıdır, bəlkə ayrı bir şeydir. Amma məsələn in anzalna aleykum, məsələn burada görürəm, burada da lakuntumu görürəm. Bir görsənir, yox, bir görsənir. Bəlkə o şey kitabın ortasında, Qur'anın ortasında zahirən su gəlibdir, amma qurudublar və yeri qalır, belə görsənir. Amma burada elə bir məsələn rəngi dəyişibdir. Yəni elə bir məsələn gəc çəkiblər üstünə. Yəni su gəlibdir, o su gələn yerə uşaqlar mədrəsədə gəc ilə yazardılar təxtədə. Ondan elə bir çəkiblər üstünə ki, bu görsənməsin, ya da ki elə bir dənə bir şeydir, belə çəkiblər ki, məsələn saxlasın kitabı, nə bilim, mir yeməsin. Ola bilər bu cür bir şeylərə görə. Hər halda kitaba baxırıq və bunların haşiyələri də görürük, davam edir. Çox gözəl bir xətlə yazıldı. Ali Ümran surəsinə yetişir ki, o başındakı surənin bir dedik bir haşiyə çəkirdilər, nəqqaşlıq edirdilər, o yoxdur. Bu birinci şey ki, burada bir də ki, əvvəldə çərçivəsi var idi, indi o çərçivə də yoxdur. Çərçivəsiz yazılır. Bəlkə də elə əvvəldə o 1-2 səhifənin çərçivəsi var imiş. Qeydib baxarıq ona, görürük ki, nə var, nə yox. Yenə burada yetişirik 3-cü surəyə, Maidə surəsinə. Görürük ki, burada qırmızı rənglə Surə-i Maidə 120 ayə mədəniyyə. Mədinədə gəlmiş bir surədir. Amma məsələn bu yazını şeydə görməmişdik. O birinci və ikinci surələrdə yazılanda Həmdidə və Bəqərədə bunu yazılıb görməmişdik ki, bu surə harda gəlibdir, neçə ayətdir, bunu görməmişdik və də qırmızı ilə də burada yazıb, orada onu deyirəm görməmişdik. Yenə davam edirik. Deyə bilərəm ki, nə ərəbcəsində, nə türkcəsində sətirlərin əvvəli ilə sətirlərin axiri bir xəttdə deyil. Dalı-qabaq olublar. Kəlmələr uzun, kiçik gəldiyi üçün yazıblar beləsi. Nəzmi tərtibi yoxdur. Bunu yazan o nəzmi tərtib bilmirmiş nədir. Bu bir ayrı şeyə gəlirik, bir ayrı surəyə gəlirik. O da Bismillahirrahmanirrahim ilə başlayıbdır. Nə adı var? Ehtimalən Surə-i Əraf olacaqdır. Orada biz görürəm o cür bir şey. Surə-i Əraf olacaq, amma ayətini yazmıyor ki, neçə ayədir və rəngin də əlbəttə bu Surə-i Ərafı məsələn qırmızıya bənzər bir rənglə tox qırmızı desək yaxşıdır. Tox qırmızı ilə yazıb, amma şey deyil.
Kitab üçün 2 dildə yazılıbdır. Çox qarma qarışıq görsənir. Bu birisi surəyə gəlirik. Surəyi nədir? Ənfaldır, nədir? Belə bir adı vardı. 50 və 7 ayatun mədəniyyə. Bu da 59 ayətdir. Yox, 57 ayədir və Mədinədə gəlibdir. Mədinə ilə Məkkənin surələrin, ayələrinin, çünki surələr soralar olubdur. Çünki ayələri bir-birinin içinə keçirdiblər. Mədinədə, Məkkədə olduğu zaman ki, Həzrət Məhəmməd 13 il Məkkədə olubdur, o zaman da surələr çox insanın içi və qardaşlığı bir-birinə himayət üzərinədir. İnsanlıq üçün. Vəli Mədinəyə köçəndən sonra çox hökumət deməyək, çox siyasallaşıbdır. Güc axtarısı, güc arxasıcandır. Mali güc, siyasi güc, nizami güc, silah gücü, insanları savaşa dəvət edir. Bax, bu yəni güc. Bunlar haqq çox o tərəfə gedibdir. Yəni, toplumsal şərait. O zaman ki, sülhüdə yaşır, zor altındadır, amma yenə toplumun içində keçinməyə məcburdur. Yəni, birini o təqiyyə edir Məkkədə olanda. O zaman ki, çıxır və bir tədad tərəfdarı var ki, hazirdirlər bunun üçün savaşalar, orada gücə hərəkət edir. Yəni, bu da İslamın 2 mərhələdən keçməsin. Toplumda İslam hər mərhələnin özünə görə taktikləri var. Yəni, Mədinədə qeydib o dil ilə ki, Məkkədə danışır, ondan danışırdı. Çünki toplum əvəz oldu və əksəriyyətə keçdilər. Bu şəhərdə, Mədinədə əksəriyyət oldular. Orada əqəlliyyət idi. Dünyada hər yerdə, indi məsələn, bəzi yerdə görürüm yazırlar ki, bunu müsəlmanlar mütəəssifanə deyirlər və doğru da demirlər. Məsələn, əcəba dünyada şeylər vardı, nədir? Ateist vardı ki, qan tökmüş ola, adam yandırmış ola. Bəli ki, vardı. Ateistlər dünyanın, indi Amerikanın məsələn, ateistdilər deyək ki, bunlar ki, iş üstədilər. Bomba atomu salan mən salmamışam ki. Bomba atomu salan onlardılar. Və onlar, mən fikirləmirəm ki, Həzrət Məsih adına salıblar ora. Yəni, bunu da mən beləsi düşünürəm. Amma gör, əqəlliyyətlər, azlıqlar, hər toplumda ki, azlıq oldu, orada sülhüçü olar. Çünki keçinməyə məcburdur. Amma o zaman ki, köçdü, ya çoxaldı və əksəriyyətə çevrildi, o zaman xuşunətə gedər, güc arxasında olar. Çünki birinci mərhələdə, yəni az olduğu zaman keçinməyə çalışar. Keçinmək üçün sülhə gedər, sülhüçü olar. Amma o zaman ki, gücləndi, onda güclənəndə sülhə getməz. Gücü istir. Gücü istər, tamam o gücü əlinə getirmək üçün zora geçər. Bunu siz tamam dinlərdə görərsiniz. Tamam dinlərdə. Məsihiyyətdə də görərsiniz, İslamda da görərsiniz, Budayda da görərsiniz, Japonunkunda da görərsiniz, Şintoda da görərsiniz. Hamısında tamam nə dinlər? Tamam ideolojilərdə də görərsiniz. Fərq eləməz, kommunistliklə o gün necə ki, əqəlliyyətli idi, çox insancıl idi. Elə ki, əqəlliyyətdən çıxdı, çox ziddi insan oldu. İnsancılıqdan çıxdı, ziddi insan oldu. Yəni, adamlar qırmaq, öldürmək, çünki gücü ələ getirmək istəyir. O zamanacan ki, Kubada, Rusiyada, Çarlıq Rusiyasında, Almanda, Fulanda, Bəhmanda əqəlliyyətdə idilər, geçinirlər. O zaman ki, əqəlliyyətdən çıxdılar, gücü ələ geçirdilər, orada adam öldürürdülər. Adam öldürməkdən hətta ləzzət aparırdılar. Bunda Qur'anın değişməklərindən biri də budur. Qur'an zaman içində və məkan içində və şəraitə görə değişər. Yenə bir ayrı surəni görürük. Burada surənin ayələrində yazıbdır, Məkkəliğin də yazıbdır ki, burada bu surəni oxusaq, heç mən bunu diqqət eləməmişdim. Bunu da bir soruşum ki, şeydən görüm ki, neçə surə Məkkədə deyilibdir, ya neçə ayə.
Mən bunu elə gedim həman yenə o şeydə soruşum. Qur'anın amarları şeyində soruşum ki, neçə ayət və neçə surə Məkkədə və neçəsi də Mədinədə Rəsul Həzrətlərinə gəlmişdir deyə yazıram burada. Görək ki, çünki bu yaxşı bir sual idi. Görək ki, Qur'anın nə qədərəsi Məkkədə gəlibdir, nə qədərəsi Mədinədə gəlibdir. Buna görə bir eyni halda ki, bu cavabımızı yazmağa çalışır. Biz də şeyə baxaq. Qur'anımıza baxaq, görək ki, Qur'anımızda nə görsənir. Yenə yetişdik bir ayrısı. Burada dedim, bu haşiyə yazılar ki vardı, bunlar ehtimalən bir məfhumu ya bir hadisəni izah edirlər. Görürük. Tamam, bir şey, çənd ayə və çənd surə, tamam, bunu mənimki sualımı çeviribdi Farsiyə. Sual tanrı çəni mifəhmən və Türkiyə Azərbaycani. Çənd ayə və çənd surə در Məkkə nazil şudə və çənd ayə və çənd surə در Mədinə bər Həzrət Rəsul əleyhissalam və salavatullah nazil şudə است. در çarçub rivayət raic. Raic rivayət budur. Yəni hətta Qur'anın oxunması da deyirlər ki, raic şeydir. Yəni ayrısı da var. Kufi və Müsəfi Həfəs. Həfəs də deyirlər ki, bir nəfərdən Həzrət Peyğəmbərin deyirlər xanımısıdır. Amma o da bir nəfərdən nəql edilir ki, indi bəziləri deyirlər, o yalancıdır əslən özü. Məşhur budur. Nuzul-i Qur'an. Təqsimi Nuzul-i Qur'an Məkki və Mədəni. Surələr. Tedad surə məhəlli nuzul. Məkkədə 86 surə gəlibdir. Mədinədə 28 surə gəlibdir. Cəmən 114 surəyə bölünübdür. Yəni Mədinədə o qədər Peyğəmbər savaşla, iqtisadla, hökumətlə, milləti idarə eləməklə, bu cür şeylərlə məşğul idi. Ona görə çox ayə gəlməyibdi. Amma ayələrə görə deyir ki, Məkkədə 4700 ayə Həzrət Rəsula gəlibdir. Mədinədə 1536 ayə gəlibdir. Cəmən 6236 ayədən ibarətdir Quran. Bu ki, 6666 ayə qələtdir. Əlbəttə, bunu üstədə soruşmuşdum, dəqiq yazmışdı. Hətta bu, mən soruşdum ki, məsələn, Allah neçə dəfə Quranda təkrar olub? Ya hər kəlmə ki, göylüz istəyir, Quranda neçə dəfə təkrar olubdur? Dedi ki, tapa bilmərəm bunu, yoxdur. Mən sonra dedim ki, bunu mən Hovzədə dərs oxuyanda görmüşdüm ki, bir kitablar var, siz oradan gedirsiniz, baxırsınız, görürsünüz ki, Quranda məsələn, vav neçə dəfə, əlif neçə dəfə, a neçə, ay külahlı məsələn, neçə dəfə, Allah sözü, hər nə sözü ki, Quranda vardır, məsələn, mömin, yoqinun, bunlar fərqli sözdürlər, amma düzdür bir kəlmədəndir. Amma əqli sözü, məsələn, əqli sözü, təqilun, la yəqilun, məsələn, 2 nəfərlik, 3 nəfərlik, cəmlik, 1 nəfərlik, məsələn, bunları ərəbdə bunlar üçün fərqlidir. Məsələn, bunları o kitabda yazıblar, toplayıblar. 600-700 il bundan öncədən bunları dana-dana ayırıblar, yazıblar ki, məsələn deyirəm, ləm sözü, ləm neçə dəfə var Quranda? Lən sözü neçə dəfə? Ən sözü neçə dəfə? İnnə sözü neçə dəfə? Ənnə sözü neçə dəfə? Bunları Quranda toplayıblar, yazıblar ki, Quran təhrif olmasın, değişilməsin. Əgər məsələn bir dənə, məsələn vav sözü neçə dəfə vardı? Və innəl mələikətə və məsələn və o vav sözü gəlir, o Quranda neçə dəfə təkrar olubdur. Yazıblar ki, əgər bir zaman gördülər ki, Quran şey olubdur, o kitaba müraciə eləsinlər, o kitablara, özdə bir dənə deyil, onlar kitab yazılıb bu haqda. Sonra mən buna yazdım ki, belə bir kitablar var, sən necə deyirsən yoxdur? Aha, mən qeydim o kitablardan sənə, deyim, onlardan qeyddi mənə, bunları cavab verdi ki, indi istəsə hətta onlardan deyə bilərəm ki, nə mənə? İndi, məsələn, mən orada istəmişdim, xülasəsi də burada yazıbdır, 86 surə Məkkədə gəlibdir,
28 surə Mədinədə gəlibdir. 4700 ayə civarında, əlaməti civar qoyur, yaxınlıq. Yəni hudud deyək. Hududunda, civarında. Məkkədə gəlibdir 1536. Niyə qoyur civar yazır? Deyir ki, bəzi ayələrin üstündə şəkk var ki, bəziləri deyib Məkkədə gəlib, bəziləri deyib Mədinədə gəlib. Onun üçün buna əlaməti civar qoyurlar. Cəmən 6236 ayə Həzrəti Rəsula gəlibdir. Deyir, istəsəm bir dana cədvəl verirəm ki, PDF. Məsələn, mən burada bir şeylər ki, istəmişdim. Calibdir burada. Görün məsələn. Məsələn, burada istəmişdim ki, məsələn, mənfi şeyləri desin Quranda. Hətta mən, məsələn, görün burada tapsam bunu. Çünki gördüm onu. Çox gözəldir. Məsələn, şəriyyata görə mən bir şeylər soruşdum. Onu da burada indi sizə deyərəm. Gəldi. Ora ki istəmişdim. Onlar gəldi. Bu calibdir. Bunu bilməyimiz üçün Quran oxuyuruq. Bunları bilməyimiz calibdir. Sizlər də eləyə bilərsiniz. Bunları Qurandan soruşasınız, axtarasınız. Deyir ki, Quranda Allah sözü neçə dəfə gəlibdir? Görək ki, Allah, çünki Quran Allahın şeyidir. Sözü deyiruq. Allah tərəfindən Həzrət Məhəmmədin dili ilə gəlibdir. Allah tərəfindən söz gəlməyibdir. Allah tərəfindən Həzrət Məhəmmədin dili ilə deyilibdir. Allahın sözü 2698 dəfə Quranda təkrar deyilibdir. Allahu Əkbər sözü Quranda yoxdur. Allahu Əkbər, ki, indi hər yerdə deyirik Allahu Əkbər, Allahu Əkbər. Belə bir söz Quranda deyil, yoxdur. Belə bir tərkib, iki söz bir yerdə gəlsin, yoxdur. Əkbər ayrıdır, Allah da ayrıdır. Quranda Əkbər də gəlibdir, Allah da gəlibdir. Amma ikisi bir yerdə Allahu Əkbər deyə Quranda gəlməyibdir. Əql sözü. Əql sözü Quranda gəlməyibdir. Əql olaraq gəlməyibdir. Amma yəqilun, təqilun, nəqilu filan 49 dəfə gəlibdir. Əql sözü. Məsələn, Calibdir, burada soruşsaydıq, salat, namaz neçə dəfə gəlibdir, onu əql ilə müqayisə eləyə bilərdik. Elm sözü neçə dəfə gəlibdir? Deyir ki, 782 dəfə elm, yələm, tə'ləm, yələmun, əlim, alim, bu cürsü gəlibdir. Diqqət buyurun, 782 dəfə. Əql sözündən dedik ki, gələnlər 49 dəfə. Diqqət buyurun, bunları eləyə bilərik, cəm eləyək. Deyək ki, nəyin üstünə gəlibdir? İndi mən bunu, səlatı burada yazım, bunu da soruşaram. Görüm ki, yadımdan çıxmasın. Görək ki, səlat neçə dəfə Quranda təkrar olunur. Fikr, düşüncə. Fikr yəni düşüncə. Deyir ki, tedadı 18 dəfə Quranda fikr, təfəkkür, yetəfəkkürun, la yetəfəkkürunu demir əlbəttə burada. Çünki mənfidirlər onlar. O, niyə fikirləşmirsiniz? Deyir, onu şeyləməkdir. Səfər haqqında, hicrət haqqında soruşmuşam. Əvvəl hicrət yazmamışam, səfər yazmışam. Bu 8 dəfə. Hicrəti də burada yazın. Mühacirət, hicrət. Bunu da soruşaram. Çünki bu da çox mühümdür. Hicrət və mühacirət. Ondan sonra nəyi soruşmuşam? Cənnət. Cənnət kəlməsi 66 dəfə, cənnat 69 dəfə. İkisi üst-üstə müfrədi və cəmi 135 dəfə təkrar olundu. Qadın sözü ya nisa, cəm, qadınlar. Bunun müfrədi imrəədir. Bunun 59 dəfə Quranda gəlibdir. Zovc sözü, zovcə, xanım. Zovcə sözü, zovc sözü və zovcə sözü şey dəfə gəlibdir. 5 dəfə zovcə sözü gəlibdir. 81 dəfə zovc və zovcə gəlibdir. Şərab sözü 6 dəfə gəlib Quranda. Xəmr sözü 6 dəfə gəlibdir. Haram sözü Quranda 14 dəfə gəlibdir. Hərramallah ləkum məsələn hər nə mənə desaq. Məkruh sözü Quranda yoxdur. Bunları fəqihlər çıxardıblar. Müstəhəb sözü də Quranda yoxdur. Qurandan sonra gəlmədi. İndi mən sonra Tazaşdan soruşuram ki, məsələn,
əvvəlinə la yəqulun, la təqulun filan bunlar gələnləri də deyir. Deyir ki, onda ləm ilə, baxın, la, ləm, lən, ma. Bunlar o şeylərdir ki, gəlir. Və məndən də istəyir ki, bunların hangisi ilə istəyirəm, onları deyim. Məsələn, hacər, hicrət, mühacir, mühacirin, mühacirət. Hicrət sözü əlbəttə həttəmən soruşulubdur. Bəli, hicrət və müştəqqat. Deyir, bunlardır. Bunları da soruşmuşam. Deyir ki, hicrət sözünü soruşmuşam bəs. Amma calibdir, niyə göstərmədi? Bir şey müştəqqat, halət. Tamam. Cədvəli cami vacə. Allah 2698 dəfə. Mənfisi yoxdur. Allah-u Əkbər 0 dəfə. Əql özü 0 dəfə. Əqlidən yaranan kəlmələr 49 dəfə. Mənfisi 5 dəfə. La yəqilun, la təqilun deyə onu 5 dəfə. Elm sözü 782 dəfə. Nəfyi, niyə la ya'ləmun, la tə'ləmun sözü bu 21 dəfə. Fikr sözü 18 dəfə, təfəkkür sözü. Mənfisi la yetəfəkkərun məsələn 2 dəfə. Səfər sözü 8 dəfədir. Mənfisi yoxdur. Cənnət sözü 66 dəfədir, mənfisi yoxdur. Cənnət-i cənnət. Nisa sözü 59 dəfədir, mənfisi yoxdur. Zovc və zovcə sözü 5 dəfədir, mənfisi yoxdur. Şərab sözü 6 dəfədir, mənfisi yoxdur. Xəmr sözü 6 dəfədir, mənfisi yoxdur. Haram sözü 14 dəfədir, bunun da mənfisi qətlən ki yoxdur. Müstəhəb sözü əslən yoxdur, müsbət mənfi heç fərq eləməz. Hicrət sözü 35 dəfə Quranda təkrar olubdur və bir dəfə də mənfisi vardır. Məsələn, yadıma gəlmir, o nə tür təkrar olubdur, o yadıma gəlmir. Bunu da ki, indi oxuduq. Sonra istəmişəm ki, ayələri gətirsin. Ayələri gətirir ki, məsələn, xəmr haqqında, yəni haramlar haqqında ayələri gətirir. Burada ayələr, zətlər da var. Çox gözəl imkandır bu, araşdırmaq üçün Qur'anı taza bizlər üçün gözəl bir imkandır. Bu da, çünki bu günlər Qur'ana görə oxuruq. Ona görə bunları da özüm üçün araşdırmışdım öncədən. Əlbəttə buna görə araşdırmamışdım ki, bugün Qur'an olacaqdı. 2-3 gün öncədən bunlar, mən Günas TV-də olanda bunların üstündə işlirdim və bir bərnamə düzəltdim. İnqilab Qur'anda, Qur'an beləsi bir şey. Qur'andakı inqilablar və calib bu deyil. Onda mən buna yetişmişdim. Hər vaxt ki Allahla insan ya mələklər, ya cinlər Allahla çalışmaya gedirlər, Allahın qabağında dururlar, Allah onlara imtiyaz verir. Allah onlara böyük imtiyaz verir. Məsələn, Allah adama deyir ki, nivəni yemə, filan şeyi yemə. Niyə deyir, mən bilmirəm. Çünki bilir ki, bunu yeyəcəkdir. Yəni, Allah əgər bilməsə, niyə deyir ki, məsələn, əsən niyə yaradır ki, yesin, yeməsin. Yaratmaz da istəyər. Amma bilir də, istəyir bunu şey eləsin. Məsələn, təhrik edir ki, ye. Bu bunu göstərir ki, insana nə desən eləmə, onu eləyəcəkdir. Qur'anda belə bir şey var. Nəhy, hər nə məni nəhy eləsən ki, eləmə, insan onu eləyəcəkdir. İnsan ona həvəskar olur. Bunu mənə niyə dedilər? Bunda bir şey var. Filan qapını açma. O qapını qətən açacaq bir gün. Zina eləmə. Qətən zina eləyəcək bir gün. Çünki orada həttəmən bir şey var ki, mən oradan qoymurlar eləyəm. Bu bir vaqiiyyətdir. İndi Adəmə deyib ki, almanı, məsələn, almanı, ya buğdanı, ya hər nə ki, o şey ki, deyib də həramdır, onu yemə. Görür ki, onu yiyir. Onu yiyəndən sonra nə verir? Adəmi behişdən zahirən salır eşiyə. Amma Adəmə bu dünyanı verir. Yəni, get yaşa. Və eşqi verir. Adəm ondan sonra gəlir, aşiq olur. Həvvə ilə yaşırlar, uşaqları. Yəni, bu caizədir verir ona. Və nəsli verir.
Bu bir caizədir. Şeytana məsələn ömür verir. Deyir ki, həm ömür verir, deyir ki, sən öldürməyəcəksən. Adam öldürür. Adam məsələn əziz, tərin, ən əziz yaratdığı Allaha görə adamdır. Quran və o birisi dinlərin dediyinə görə ən sevdiği bir şey ki yaradıbdır, sevgilisi, Allahın sevgilisi Adamdır. Adamla Həvva. Amma bu sevgilinin ölmağına icazə verir ki, ölsün. Amma şeytana ki, məsələn, Allahın qarşısında durur və Allah məsələn deyir ki, Adəmə ibadət eləyin, baş əyimirlər, səcdə eləyin, səcdə eləmirlər. Ona deyir ki, sən get yaşa, neçə dənə imtiyaz verir. Biri budur ki, neçə ki Adəm dünyada var, sən də diri qala bilərsən. Ta qiyamətə qədər. Qiyamətdə də işi yoxdur. Zahirən demir ki, qiyamətdə şeytanla da yetişəcəm, görürüm ki, bu işi niyə görübdür? Adamların hesabına yetişəcək ki, niyə şeytana bax, siz qulaq asmısınız? Şeyin hesabına yetişməyəcək, şeytanın hesabına yetişməyəcək. Sən niyə bunları tavlamısan? Allah ona icazə verir ki, sən get adamları tavla, eləyə bilirsən tavla. Yəni belə bir icazə alır. Baxın, bu da bir imtiyazdır da. Həm ömür verir, həm imtiyaz verir ki, getsən bunları tavla. Belə bir qarşıya düşürük. Yəni Allahla bizim belə bir müşkülümüz var ortada. Gərək cavab ver. Amma o şeylər ki Allahla qarşı deyil. Məsələn, Peyğəmbərin sözünə baxmır, cəza gəlir. O normalda o toplumda zülmün əsəridir. Allahın şeyi deyil. Məsələn, Firon suda qərq olur, zülmə görədir. Allahın müxalifi durmasına görə deyil. Lut qovmu məsələn aradan gedir. Məsələn, bu Allahın xilafına deyil. Bəlkə özləri o rabitə, cinsi rabitə xanımla kişinin arasından çıxır, erkəklər arasını geçir. Bu gün ona qey deyirlər, qey. O üz verdiği üçün məsələn toplumda bir aradan getmək üz verir. Və ha belə, yəni bu cürsə görmək olur. Hər halda Qur'anı burada vərəqlirəm, qeydaq bir. Bu üçüncü kitabdır ki, tamam, bunu sürətlə gedirəm axirə. Qur'anda tarix qoymurlar, təəssüflə. Tarix qoymadıqları üçün onu tapmaq çox zor bir məsələdir. Məsələn, burada bir şey yazıblar, amma tarix olmayacaq, nümrədir. Nümrə yazıblar. Qur'ana tarix niyə qoymurlar ki, bunu filan tarixdə yazmışıq? Ya kim yazıb, ya kimin xətti ilə yazılıbdır? Bu əsla yaxşı deyil. Surə-i Fələq 6 ayə Məkkiyyə. Məkkədə gəlib bu surə. Baxın, gözəlliyinə baxın. Ayənin Məkkədə. Bir anda Mədinə oxuyarıq. Gördük ki, hangi surə Mədinədir, onu oxuyarıq. Çünki o şey, Bismillahirrahmanirrahim. Diqqət buyurun buna. Qul əuzu bi rabbil fələq. Et. Əlbəttə əyit yazıbdır. Əyit. De. Sığınır. 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 Əuzu. Sığınır. Birəbbil fələq. Üstdə bunu yazıbdır. Gələk kitabı heç çevirəm oxuyam. Sığınmaq sözü burada işlənibdir. Əuzu. Qul et. De deyil. De işlətməyibdir. Et. Ya əyit. Əyit. Yəni de. Sığınır. Əuzu sığınmaq. Pənahəndə olmaq. Birəbbil fələqi. Sübhi cəlabisinə. İndi bu, əlbəttə burada üstdə bir şey yazıbdır. Gərək bunu çevirəm, onu oxuyam. Çünki çox tərsədir. Gərək Qur'anı tərsə tutam ki, eləyə biləm bunu oxuyam. Haradaydı? Haradaydı? Niyə? İtirdim. Ya təmudəğ və raya
Təmudəqiyu ya xəlq. Burada 3 dənə məna deyir, amma mən heç birisini anlamadım. Təmudəq, vəra, vəra. Təmudəq, vəra nə deməkdir? Bunu burada yazıb şuraq. Təmudəq, Təmudəq, vəra. Nə deməkdir bu? Görək burada belə bir şey çıxadır. Deyir ki, Farsidə, Türküdə, Ərəbdə belə bir şey yoxdur. Tamam, bunu değiştirək. Təmudəq kimi o da yazıb. Biz də bunu yazaq. Yenə deyir, yoxdur. Tamam, bunu yenə değiştirək. A götürək, Təmudəq, vər. Yox, bu da deyil. O vəri də silah kökündən silah görək ki, nə olur. Deyir, bu bir şey yoxdur. Gedir sonra bunları ayrı cür yazmağa çalışır ki, onlardan geçək. Mən onu deyirəm, özüm baş tapmadım. Bu da baş tapmadı. Yatmadıq da ola bilir əlbəttə. Yatmadıq. Ya min şərri ma xələq, şərrindən anın kim yaratdı. Və min şərri qasiqin izə vəqəb, dəxi gecər şərrindən geçən qərandır. Hər halda oxuya bilmirəm. Dili çox əcib türkçədir. Mən bunu türkçəsini oxuya bilmədim. Qeydim, gəlin Quranın əvvəlindən bir neçə ayə oxuyaq. Görək ki, Bismillahirrahmanirrahim. Tənri adı ilə, yəni bəşlərə ya öqrən, ya öqrən, ehtimələn bu o birisi kəlmənin şeydir. Tanrı adı ilə, yəni bəşlərən ya əqrən ki, rəhmət qılıcı. Hər ikisi, Ər-Rəhmanın adı rəhmət qılıcı, o da yazıb rəhmət qılıcı. Amma qabaqca bir ayrı Qur'anı oxuyanda türkçə bunu fərqli məna eləmişdir. Elhamdülillahi Rabbil aləmin, əkməli aləmlərin iş oxuya bilmirəm. Mən bu türkçəni oxuya bilmədim. Düzün axtarsaz geçəldim, biraz görün ki, bəlkə görə bilib, oxuya bilərəm. Önməl, əlhamdü önməl, Tənrinindir. Bu nə deməkdir? Önməl ya ökməl, ya ökməl oxuyacaq, ökmək oxuyacaq ya da önmək oxuyacaq. Önmək. Yəni tərif eləmək. Önmək Tanrınindir. Aləmlər eş yapılıcısı. Aləmlər eşi yapılıcısı beləsi olacaqdır. Yabıslıcısı. Ər-Rəhmanir-Rəhim ki, rəhmət qılıcı. İkisinə də rəhmət qılıcı yazıbdır. Maliki yevmiddin, yəntikən etin o. Bu türkünü mən bilmirəm. Bu hangi ləhcənin türküdür?
Çünki vaqəən çox çətindir. Məsələn, burada deyir ki, ulaikə ələ hudən min rəbbihim və ulaikə humul muflihun. Zalib gəldi bura. Şənlər təğri yol, doğru yol həman. Doğru yol üzərədir. Tələblərindən dəxi şünlər. Tələb, məsələn, Rəbbihüm tələb. Burada da tələb oxunacaqdır. Bəs onda harada idi Rəbbihüm? Aləmlər yox. Yabıscılıcısı. Yapsılıcısı. Baxın, burada oxusaq bu türkünü, çoxlu türkülər öyrənir. Çünki əslən ərəbcə işlətməyibdir. Humul müflihun qurtəlmişlərdir. Müflihun qurtarmışlərdir. İnnellezine kəfəru bəyiq ya biyəq onlar kim? Kafir oldular. Kafir sözünü ilə kafir işlədir. Kəfəru, kafir oldular. Səvaun əleyhim bəradur. Səvaun bərabər, yəni fərq eləməz, amma yazıb bəradur onların üzrə qırqdı. Ənzərdəhum qorqutdu kim onların ya qorqutdu kimi. İndi burada qorxutmağı işlədir, amma mən bunları oxuya bilmədim. Doğrusunu axtarsa türkçələri oxuya bilmirəm. Şayət də fərqli yazdığı üçün, yəni kaş bunları da eyni ərəb kimi yazıydı, oxuya biləydim. Amma deyə bilərəm ki, çox gözəl bir dildə yazıb. Yəni türkçəsi çox gözəldir, mən oxuya bilmirəm. Məsələn, burada mərəz sözün siyruluq yazıbdır. Mən bunu bir dostum var, ondan eşitmişəm, işlədər dahi. Mən deyəndə məsdir. Məsələn, istir deyə mərəzləmişəm, deyər ki, siyruluqlamışam, belə bir şey işlədir. İndi burada gördüm, o sözü məsələn işlədir. Qədim türkçədə mərəz, xəstəlik deyilmirdi, yerinə bu işlənirdi. Ma yəşrun gönülləri içində, qulub gönülləri içində siyruluqdur. Siyruluq dedik mərizçilik. Pəs artırdı onlara siyruluq. Onların xəstəliklərini çoxaltdı, mərizçiliklərin. Siyruluq. Səyru deyir. Özdə seyru deyil, səyru satla yazılır. Səyruluq xəstəlik, mərizçilik. Onlarındır. Əzabün əlim. Ağrucu. Əlim sözünü ağruc yazıbdır. Ağruc. Əlbəttə A-nın deyədir. Ağruc. Ağruc yazıb. Aldılar. Yalan yüzlərlər. Yalan yüzlərlər. Ya bunu necə söylərlər. Ha, yalan söylərlər. Söyləmək. Söylərlər. Dəxi gecən edilildi. Eymaq demək əydilirdi. Ya onlara fəsad eyləmək yerdə etdilər. Tamam. Bunu oxuması istəyək türkünü öyrənək, bunu oxumalıyıq. Türkçənin, lüğətlərin öyrənək, burada bunu oxumalıyıq. Hər nəsna üzrə, məsələn, kulli şeyin nəsnə deyib burada. Hər nəsna üzrə qədirun yetərdir. Qədirun yetərdir. Hər nəsnə üzrə yetərdir. Dəxi, məsələn, deyib ki, burada bir ayədir, uzun ayədir. Əlbəttə, istəyirdim bunu oxuyam. O ayəsi bəlli deyək hardan başlayır, harada qutarır. Əl-bərqu yuxtifu əbsarəhum. İldırım ki, qapa, qapamaq, örtmək, qapa. Gözlərini, onların külləma, hər gəc kim ədən eylədi onların
əylədi anların, əydən demaqdır fikirdən, əylədi anların üçün. Hər halda, istəyirəm deyəm ki, türkcədir Quran, amma çox ağır və mənim zorum çatmır bunu oxuyam. İlla ki, oxuya bilərdim, illa bu ki, həm mənim türkçəm çox zəifdir, həm də Quran təxəssüsü bir, yəni ərəbcənin ən yuxarı səviyyədə yazılmış bir kitabıdır və bunun türkcələrin, həm də o xəttinə, o gözəl xəttinə ki, Quran ərəbcəsini yazıbdır, onun niyə türkcəsini o gözəllikdə yazmayıbdır, bir ayrı, biraz da əyri-üyrü yazıb aşağı üstə, oxumağı mənə çox zor olur. Amma istəyək əgər şeyi, türkcəni öyrəşək, bunu oxumalıyıq. Mütləqa bunun türkcəsini oxumalıyıq, amma kaş ki, məsələn, bir dostumuz çıxa, bunları tayip edən. Biz Quranı buradan, məsələn, türkcə, elə ərəbcənin yanında da bir səfədə eyni o birisi kitabları gördük, bir səfədə ərəbcəsini yazır, bir səfədə türkcəsini yazır. Eyni ona tay, biraz da kəlmələri yeki yaza bəlli olar ki, hangi kəlmənin şeyidir, o çox gözəl olar. Ya da ki, elə altında tərcümə, məsələn, üstə ərəbcəsin, altında türkcəsini yazar, həman kəlmələrin, amma type ilə yazar ki, biz bunu oxuya bilək. Və səslərini də qoyarlar üstünə. Yəni, bu yaxşı işçi görübdür. Məsələn, orada mələikəni burada firiştələr görürəm. Firiştələrə bıyıq bən. Nə deməkdir, məsələn? Biyaq bən ilayicün. Yəni, çox belə şeydir bu, ola bilər, gözəl olar. Yəni, oxuya bilsək. Təəssüflə mən bu günləri 1 saat yarımdır çalışıram ki, kitab oxuyayım. Amma tanıtdırmağına yəni tanıdıq ki, 3 dənə kitabı burada açdıq. Bir də bunu qeydim, onları göstərdim və bu günün şeyini qutaraq. Bu, ən son ki, bu gün açdıq, Quran-ı Kərim, Allahın, Həzrət Məhəmmədin dili ilə dedikləri sözdür, Allaha nisbət verilən sözlərdir ki, Allah tərəfindən Həzrət Məhəmmədə vəhy olubdur. Vəhyin keyfiyyəti nədir? Bu başqa bir sözdür. 2 dildə yazılıb, türkcə və ərəbcə. Hər kəlmənin altında onun türkcəsini yazıbdır və çox gözəl bir türkcə. Amma xətti fərqli olduğu üçün zorum çatmadı oxuyam. Çox təəssüf olsun. İkinci kitab ki, oxumadıq, baxdıq, amma Xosrov Şirin türkcəsidir. Mən bunu qabaqcadan oxuduğum üçün bir ayrı yerdə bunu oxumadım. Bunu da silim kitabdan nəzərimə gəlir ki, bunu Xosrov Şirin türkcəsin, bunu da dilit eləyək ki, gəlsin. Üçüncü kitab ki, gördük, indi onu dilit elədik, gedək bura. Bunu dilit elədik, gedək birinci kitab ki, açdıq bu günləri, zorumuz çatmadı oxuyaq. Neçə dəlilə, sünnət, yəni sünni İslamda neçə məzhəb yaranıbdır Həzrət Məhəmməddən 100 ildən çox sonra, 200 il, 300 il sonra. Bu da cəlibdir və bunu da açıq görək ki, bu şey nə yazır buna? İslamda əsli məzhəblər Rəsul Həzrətindən neçə il sonra və kimlər əli ilə yaranmışdır. Diqqət buyurun ki, biz Həzrət Məhəmmədin, heç kəs Həzrət Məhəmmədin dinində deyil. Hamı bir ayrı dindədir. İndi onu burada açıqlayacağam ki, görək ki, məsələn, İslamda Rəsul sallallahu aleyhi və səlləm zamanında tək rəsmi məzhəb fiqhi müdəvvən yox idi. Görürsünüz, Həzrət Məhəmməd zamanında yazılmış bir fiqh yox idi. Bunu hamımız bilirik, hamı qəbul edir. Bədha fiqhinin sistemli məktəbləri sonra məzhəb adı ilə bu çağlarda şəkillənmişdir. Məzhəb Hənəfi. Hənəfi ilə Həzrət Məhəmməddən görün neçə il sonra.
yaranma başlanğıcı təqribən 80 il Həzrəti Məhəmmədin ölümündən sonra. Əlbəttə beləsi deməyəcək. Çünki burada yazıb hicrətdən sonra, yəni 10 ildə orada vardı. 70 il Həzrəti Məhəmməddən sonra hicrətin 80-ında ki, təqribən xəlifələrin 4-ü də ölüblər. Təqribən fikir edirəm ki, xəlifələrin hər 4-ü də ölübdür. Həm Ömər, həm Əbu Bəkr, həm Osman, həm Həzrəti Əli. Hər 4-ü də Allahın rəhmətinə gediblər və bunlardan 3-ü şəhid olub ya 4-ü şəhid olubdur. Qətlə yetiriliblər və terror olublar. Həzrəti Əli terror olubdur, Osman terror olubdur, Əbu Bəkr. Elə bir Əbu Bəkr terror olmayıbdır, amma elə bir Ömər terror olubdur. Fikrim Əbu Bəkr Həzrətləri, Allah rəhmət eləsin, şey olmayıbdır. Hər halda, baxırıq ki, İslamdan 80 il sonra bir dənə şəxs gəlir, adına bu günləri deyirik İmam Hənifə, Əbu Hənifə Nu'man ibn Sabit deyə, bu, diqqət buyurun, calibdir, üstə yazıb ki, Həzrəti, diqqət buyurun, burada da indi biz o tarixdəki yalanlar yazılıblar, bu özü də dedi, onu tuturuq, yəni mən tuturam burada. Məsələn, deyir ki, Həzrəti Məhəmmədin başlanğıcı, yaranması bu dinin. Hicrətdən 80 il sonradır. Bu adam 80 il sonra hicrətdən doğulubdur, 150 il sonra ölübdür. Elə 80 ildə olmayıb ki, bu çox olsa deyək ki, məsələn 40 ildən sonra, yəni hicrətdən 120 il sonra bu adam eləyə bilər. 40 ildə məsələn yetişə bura deyək ki, tamam, mən bundan bizə fətva verirəm. Məsələn, gələ 150-də ölübdür. Bu deyək ömrün 30 ilin fətva veribdir. Buna deyə bilərik ki, bəs Peyğəmbərdən sonra, Peyğəmbərin ölümündən 100 il sonra, 120 il sonra bu məzhəb yaranıbdır. Ki, yaradan İmam Əbu Hənifə Nu'man ibn Sabit, Allah rəhmət eləsin. Onun şagirdləri İmam Əbu Yusifdir, İmam Məhəmməd Şeybanidir ki, əlbəttə Küfədə yaranıbdır üstə bu. Küfə də bilirsə Həzrəti Əli zamanı tikilibdir əslində. İkinci məzhəb ki, İslamda yaranıbdır. Bəzi Həzrət Məhəmmədin ilgisi yoxdur. Yaradanlar Həzrət Məhəmməddən 80 il sonra, 100 il sonra doğulubdur. Həzrət Məhəmməd öləndən, Allahın rəhmətinə gedəndən 80 il sonra adam doğulubdur. Bu gələ, gedə, filan, bəhman bu özü. Yəni o zamancan xəlifələr də ölüblər. Tabein də az qalır ölə. Yəni bilirsiniz, İslamda deyirlər ki, bir Peyğəmbər var, bir əshab var. Əshab olarlar ki, Həzrət Məhəmmədlə yaşayıblar. O zamanda. Bir də tabein var. Yəni bu Həzrət Məhəmmədin dövrün görənlərin balaları. Onlar ki, Həzrət Məhəmmədlə yaşayıblar, onların balalarına tabein deyirlər. Tabe edirlər. Əshab deyirlər onlar. Onlar tabe edirlər. Bir də indi bu adam tabiilər də öyrəsin görə bilər. Yəni, əshab da öyrəsin görə bilməz. Həzrət Məhəmmədin dövründə, Həzrət Məhəmmədin deyək ki, yap belə cavan adamı ki, istəyirlər savaşa göndərsinlər, deyirlər 18 yaşı var. Ki, axirdə da ölənə zaman bunu istəyir göndərsin şeyə, savaşa, fərmanda gelir. 18 yaşı var. İndi bu adam doğulanda 98 yaşı var. Əgər bunu səhabə hesablasaq, yəni bunu səhabə hesablasaq, 98 yaşı var. Bunun oğlu ya qızı ki olsa, desə ki, mən Həzrət Məhəmmədi 18 yaşımızdan görmüşəm, hədisləri eşitmişəm, bunu səhabə hesablayaq. Bunun balaları dahi səhabə deyil. Bunun balaları tabeindirlər. Və bu adam görsə, o tabiiləri görər ki, onların da yenə ən azından 80 yaşları vardı bunun, bu doğulanda. Bu doğulanda ən azından 80 yaşı var. Və bu 80 yaşları olanlar, yaşı əzalında məsələn 70 yaşları var. Bu adam 40 yaşına yetişəndə
Onlar ölüblər, tabiin də ölüblər, gediblər. Diqqət buyurursunuz. Yəni, 3-cü nəsli Həzrət Məhəmməddən sonra 3-cü nəsli də ölüb gedibdir. Əlbəttə, normal budur. Tarix, insan tarixində normal budur ki, hər 25 ildə bir nəsli gələr. Yəni, mən 25 yaşımda, ən bir vaxtda qalsam 25 yaşımda evlənirəm, uşağım da 25 yaşında qalır, nəslər belə deyişlər. Yəni, buna baxanda görürsünüz, bu adamın yerinə yetişəndə 5 nəsli deyişibdir, 4 nəsl, 5 nəsl deyişibdir, ən azı. Yəni, orada şey yoxdur, tabiin də belə yoxdur. Həzrəti Numan rəhmətlik Hənifə, Əbu Hənifə, Numan ibn Sabit, Numan da adı. Hənifənin dədəsi Numan ki, Sabitin oğludur. Numan həzrətləri dünyaya gələndə Həzrət Məhəmməd yoxdur, sahabə yoxdur, tabiin yoxdur. 4-cü nəsli görsə görər bu adam. Və bu adam özü də 40 yaşından o üzə başlasa işinə 5-ci nəslə görə bilər. Bu, hər halda. Bu o. İkinci adam kimdir? Məzhəbi Maliki. Ona dedilir Hənəfi da. Hənəfi, çünki adı da Hənəfdir. Hənifin dədəsidir, Əbu Hənifə. Hənifənin dədəsi olduğu üçün elə məzhəbinə deyiblər Hənəfi. Niyə deyiblər, mən bilmirəm. İslam deyil. Görürsünüz, bunda İslam adı yoxdur. Hənəfidir bu. Müsəlman deyil. İslam deyil. Müsəlman ola bilər. İslam deyil. İkinci məzhəb ki vardı, Malikidir. Yaranması, yaranğıc başlanğıcı 100 ilə 120 il arasındadır. Diqqət buyurun. Riqabətə baxın ha. Hənifə 80-da doğulubdu. Hicrətin 80-cı ilində. Həzrət Məhəmmədin hicrətindən, deyək ki, Həzrət Məhəmmədin ölümündən 70 il sonra doğulubdu. Tarixi düz olsa. Bu birisi, kimdir bu adamın adı? Malik ibn Ənəs. Malik Ənəsin oğlu. Bu İmam Malikdə 93-də doğulubdu. Əgər tarix düz olsa. Yəni Əbu Hənifədən də 10 il sonra doğulub. 13 il sonra doğulubdu. Və 179-da da ölübdü. Yəni diqqət buyurun, 7 il buradan, o da 80 il qoysaq 86 il ömr eləyibdi. O birisindən çox ömr eləyibdi. O birisi 70 il ömr eləyibdi. Bu da 93-də doğulubdu, 79-da ölübdü. Bu da elə 40 yaşında yenə yetişsə ora. Bu da 4-cü nəsli görər, ya 5-ci nəsli görər. Və onlardan eşidər. Və buracanda zaman, hədislər, zıtlar, çoxlu yalanlar yaranıbdır. Yəni zaten yalan, insanların yalan deməkləri. Məsələn, indi də elə istəyir, məsələn, biri Xameyni taza ölübdür. Hər kəs istəyir ki, bir söz deyir ki, mən imamdan belə eşitdim. Hələ o qədər də keçməyibdir, 30 il keçməyibdir. Bəlli deyək ki, bu adam nə deyir? O qədər də qorxurdu ki, özü yazı vəsiyyət elədi ki, məndən radio, televizyondan video olması qəbul eləməyin sözləri məndən. Payəquzar Malik ibn Ənəs dedik bu çağda. Bu da Mədinədə gəlibdir. O, Kufədə gəlmişdi, Əraqda, bugünkü Əraqda. O zaman Əraq yoxdur. O zaman Əraq adında bir yer yoxdur. Bu Əraq adı çox taza addır. Bu Əraq adı 2-ci Dünya Savaşından sonra qoyulubdur. Ondan qabaq buranın adı elə hər torpağın özünün bir adı var. Bura Mədinə deyirlər, ora Məkkə deyirlər, orada şey deyirlər. Və bura hakimi filan, hakimi Mədinə, hakimi Kufə, hakimi Bəğdad, hər kəsin yeri ayrıdır. Üçüncü məzhəb ha zaman çıxıbdır. Başlanğıc yaranma başlanğıcı 1150 Həzrəti Rəsul öləndən sonra, Allahın rəhmətinə Həzrəti Rəsul gedəndən 150 il sonra bir dənə şəxs çıxıbdır, İmam Məhəmməd ibn İdris Şafii. İdris Şafiinin oğlu İmam Məhəmməd. Məhəmməd İdrisin oğlu. İdris şimdi Şafiilidir. Ya Şafii. Bu Şafii dədəsinin adında Şafii olduğu üçün, ya torpağının adı Şafii olduğu üçün, bilmirəm bu Şafii sözü hardan gəlir. Bunun məktəbinin adını deyiblər Şafii. Bu da 150 il Həzrəti Rəsuldan sonra doğulubdur. Və 204-də də ölübdür. 54 il ömr eləyibdir.
Bu da deyək 40 yaşında. Çünki Həzrət Məhəmməd 40 yaşında, İslamda da mütəqqilər, insanlar ağlın kəmalı 40 yaşacan yetişər. 40 yaşacan təcrübə olar. Anlayış olar, qələtlər, qulatlar toplanar. 40 yaşında bir ağıla yetişər insan. Bir orta ağıl sahibi olar. Oradan sonra da değişkən olar. Amma oradan 40 yaşacan değişkən də hər şey. İnsanın fikri daimən təcrübə ilə, elm ilə, danış ilə öyrənir. Amma 40 yaşında da biraz İngiliscədə solid, camid deyək. Biraz camidləşir, biraz buz kimi olur. Yenə onu əritmək olar, değişdirmək olar, amma çox çətin. Bu adam da 150 yaşında gəlir. 150 yaşında doğulub da Həzrət Məhəmməddən 150 il sonra, 140 il sonra doğulub adam. Heç ilgisi Həzrət Məhəmməddən yoxdur. Bunun dövrünəcən 6 nəsli gedib ən azından. Amma bu adamı biz məzhəb sahibi deyirik və 4-cü məzhəb kimdir? Hənbəli. Bu da 180 il ta 200 il Həzrət Məhəmməd. Bunun tarixi bəlli deyil. Onlara nədir oldu tarixin bəlli qoyublar, mən bilmirəm. Bu da 180 ta 200 il Həzrət Məhəmməddən sonra bəlli deyil tarixi. 20 il vəsətdə bir dənə böyük bir adam var. Onun siz doğum tarixini bilmirsiniz o zaman. Bu Şiədə daha iftizahdır. Şiədə belə ölüm tarixi də yoxdur. Bu qədər mühüm bir adamın nə doğum tarixini bilirlər, nə ölüm tarixini bilirlər. Burada da bir dənə adam, bu qədər mühüm bir adamın məktəb sahibidir. Bunun belə biz doğum tarixi bilmirik. 180 ilə 200 arasında bu din çıxardıbdır. Bir dənə məzhəb deyir çıxardıbdır. Adı nədir? İmam Əhməd ibn Hənbəl viladət yazıblar. Əlbəttə bu mən orada iştibah eləmişəm zahirən. Bu dini bu arada çıxıbdı, məzhəbi. 180-dan 200. Amma 164-də ölübdü. Doğulubdu. 241-də Allahın rəhmətinə gedibdi. 85 il yaşayıbdı. 85 il yaşayıbdı. Bu da üstəkindən, yəni İmam Şafiidən, İmam Məhəmməd ibn İdris Şafiidən 14 il sonra doğulub. O doğulandan sonra. Lağəl bunu bilirik. O üstə dediyimi yadınızdan çıxardın ki, amma bu məzhəbinin çıxıldığı deyibdi ki, yəni bu adam məsələn 24 yaşında yetişibdi bir yerə ki, bu cürsü görsək. 180 ildə əgər bu adam başlasa Hənbəli məzhəbinə, təbliğinə, yəni bu adamın 18 yaşı varmış. 16 yaşı varmış hətta. Başlayıb ola bilməz. Məcburuq yaşı 200-də. 200-də olanda bu adamın olar 36 yaşı. Həzrət Məhəmmədin standardından da aşağı. Mən qəbul eləmirəm. Məcburuq deyək ki, 200 ildən çox olubdur. Mənim düşüncəm budur. Çünki Həzrət Məhəmməd Allahın tərəfindən gəlirsə, ülgü onu götürməli. Yox. Əlbəttə ola bilər bəzi insanlar aqil olsunlar. Amma gəl onda deyək ki, Həzrət Məhəmməddən aqildirlər. Bu da İslamla türcəlməz, Həzrət Məhəmmədlə türcəlməz. Biz Həzrət Məhəmmədi qəbul edirik. Onunla ölçürük hər şeyi. Hər şey ki, onunla türcəlməyi qəbul eləmirik. Həzrət Məhəmməd 40 yaşında peyğəmbərliyə yetişibdi. Bunlar 40 yaşlarından tez o həddə yetişənməzlər. Çünki onun üstündə Allahın gözü var, bunların üstündə Allahın gözü var ya yox, biz bilmirik. Hətta özlərinin iddiası yoxdur, Həzrət Məhəmmədin iddiası var. Bunların iddiası yoxdur. Vəfatı 241-dədir. Hər halda indi bu 200-də olsun, 200 hər neçədə olur olsun ki, elə də 200 il sonra, yəni 10 nəsl təqribən sonra bu adam gəlibdi bir Həzrət Məhəmmədlə heç bir ilgisi yox, bir din yaratıbdı. Məzhəb yaratıbdı. Və cəlibdir, bunların yaratdıqları, indi burada Cəfəriyyəni yaratmıyor, Aşiri Cəfəri. İmam Məhəmməd Baqir, cəlibdir ki, Məhəmməd Baqir zamanından deyir ki, Cəryan şey bu عنوان یک هویت اعتقادی و سیاسی بعد از پیامبر کم کم ظاهر شد اما مکتب کلامی و فقهی منسجمان عمدتاً از زمان امام محمد باقر ولادت 57 هجری قمری vefat 114. Bu ki bu ailədən də o buna şey verməz, verməz ki bu adam düz danışacaqdı, qələt danışacaqdı. Mən demirəm qələt danışıb, yalan danışmaq. Deyirəm ki ailədən olmaq onun
yalan danışıb danışmamaqla milaç olmaz. Ölçü olmaz, məhək olmaz. Yəni hududi 80 sal bəd az peyğəmbər bu adam deyir ki, başlanıbdır. Amma əslisi İmam Cəfər Sadiqdən ki, bizə Cəfəri məzhəb deyirik da biz özümüzə. Şiə demirik biz. İndi Cəfəri məzhəb deyirik. Cəfəri məzhəb olanda gedirik eyni o imamlara tay. Amma Şiə olanda bir ayrı bir məna verir. İmam Cəfər Sadiq də Həzrət Peyğəmbərin hicrətindən 83 il sonra doğulubdur. Yəni ki, 73 il Həzrət Məhəmmədin ölümündən sonra doğulubdur. Yəni, yenə də əshab gediblər, tabiin də getmək üzərədirlər ya da gediblər. Və vəfatı da 148-dir. Yəni, üst-üstə deşək ki, 48 il oradan, 17 il buradan, 62-3 il ömr edibdir. Yəni, burada da deyir ki, Həzrət Peyğəmbərdən, bu da yenə 40 yaşında, İmam Sadiq də 40 yaşından o üzə bu işə girə bilsə, əlbəttə, bəlkə Peyğəmbərin oğladı hesab olaraq biraz da tez girə bilər siyasətə, dinə. Amma fətva vermək üçün, plan vermək üçün, hədis nəql eləmək üçün gərək 40 yaşından o üzəni gözləyək. Və ondan sonra deyək ki, yəni 110 yaşından o üzə dil başlayıbdır hər halda. 110 il Həzrət Peyğəmbərdən sonra. Yəni, yenə də görürük ki, qırılıbdır. Həzrət Əli yoxdur. İmam Həsən, İmam Hüseyin də Allahın rəhmətinə gediblər. Onlar da yoxdular. Zeynəl Abidin də ölüb gedibdir. Allahın rəhmətinə o da yoxdur. Məhəmməd Baqir ki, dədəsi də o var. Dədəsindən bir şey eşidə bilər. Amma nə qədəri düzdür, nə qədəri düz deyil. Məsələn, mən dədəmlə yaşamışam. 20 ildir də dədəmi görmürəm. 22 il. İndi mən dədəmdən hər kəs özü bunu icra eləsin. Bizim ən mühüm adamlarımız yaşamımızda dədəmiz nənəmizdir. Bacımız, qardaşımızdır. Bacınızdan neçə cümlə deyə bilərsiniz ki, o dediği cümlədir. Heç bir şey yoxdur. 20 il, mənim dədəm öldüğü neçə il olar? 1 il deyil. Mən dədəmdən neçə cümlə deyə bilərəm ki, dəqiqən onun ağzından çıxdığı sözlərdir. Mən izafə eləməyəm, ayrı anlamda deməyəm. Neçə cümlə deyə bilirik? Pis ya yaxşı, ağzından bir cümlə çıxıbdır da. Bu da bunu göstərir ki, zaman, indi məsələn, fikir edin ki, mənim məsələn, nəvələrim ki, babaların görməyiblər, mənim dədəmi görməyibdir. Onlar mənə istinad eləyərək mənim dədəmdən söz edirlər. Çünki hədisləri nəql edənlər deməyiblər ki, biz Həzrət Məhəmməddən eşitdik. Deyiblər ki, dədəmdən eşitdim, dədəm dədəsindən, dədəsi dədəsindən, dədəsi də dədəsindən, dədəsi də dədəsindən 6 nəsl sonra, 12 nəsl sonra yetiriblər Həzrət Məhəmmədə ki, belə dedi. Ağıla əslən batmaz. Əsla batmaz. Bunun üstündə çoxlu azmayişlər olunubdur, bəşər bunları eləyə bilmir. Hər halda cəryan əsli. İndi burada bunu xülasə deyil, mən də burada deyim, qutaraq sözü. İslamda müsəlmanların içində 5 dənə məzhəb var. Biri 80 ta 200 il Həzrət Məhəmməddən sonra bunlar yaranıblar. Biri Əbu Hənifəninkidir, biri Malikinkidir, biri Şafiidir, biri Əhməd ibn Hənbəlindir və biri də Cəfəri Sadiq deyər. Sadiq adını qoyublar, çünki bir dənə də Cəfəri Kəzzab var elə bir. Elə o da Peyğəmbər ailəsindəndir. Cəlib budur ki, ona görə dedim. Yəni, Peyğəmbərin evladı olmaq, yəni nəvələri olmaq, nəticələri, kötücələri, görücələri, görməcələri, hər nə bir qadın, onlar olmaq dəlil bu deyil ki, bu adamlar düz danışacaqlar. Onun üçün də bunların içində bir dənə Cəfəri Kəzzab, çoxluları vardı əlbəttə, məsələn. Ki, məsələn,
qəbul deyil. Tamam. Bu da mənim nəzərimdə bunlar, bu 5 dana, bu 5 danadan başlayaraq ən başda hədisçilər. Hədisçilər yalanları doldurublar. Məsələn, deyək ki, Həzrət İmam Cəfər Sadiq əleyhissalam ya o birisi imamlar mənə etimad edir. Mən də filankəsə etimad edirəm, o da ona. Amma nə qədər qabil etimaddır bunlar, onu biz bilmirik. Amma məsələn, mən deyirəm ki, dədəmdən eşitdim ki, babam Mehdiquludan eşidibdi, Mehdiqulu da filankəsdən eşidibdi, filankəs də Heydərdən eşidibdi, Heydərqulu da filankəsdən eşidibdi. Mən 6 nəslimin adını yazmışam, bilirəm, ona görə deyirəm. Mənim məsələn balalarım eləyə bilirlər 8 nəsli sayalar indi. Çünki yazmışam mən. Amma mən dədəmin ya Mehdi babamın ya onun dədəsinin sözlərini yazmamışam. Mənim Mehdi babamın dədəsindən məsələn 1-2-3 dənə nağıl var. Talib kişi deyə. Bilmirəm hangi baba imiş, o nənə tərəfindən imiş, dədə tərəfindən. Nənə tərəfindən dədəmin babası ilə olmuş. Məsələn, bundan 1-2 dənə nağıl var. Gülməli bir şeylər var. Ki o da indi mənim yadımda deyil. Onu desələr mən də doğru, düzgün o kəlmələrlə ki mənə deyiblər, onunla deyə bilmərəm, dəyişdirməliyəm məsələn. Əlbəttə yadıma da gəlmir indi məsələn. Amma məsələn xalam məsələn bunun nağıllarını deyərdi, gülərdik məsələn. Çox şuluq bir adam imiş. Hallac imiş məsələn. İstəyirəm onu deyəm ki, yəni bu hədisçilər əvvəlin zərəlik İslama dəyibdir, Həzrət Məhəmmədə və İslam dininə dəyibdir, hədisçilərin əliylə dəyibdir. O qədər hədis yaradıblar ki, onları toplasaq, Həzrət Məhəmmədin ömrü onlara yetişməz. Baxın, görürük ki, hardan deyirik? Deyirik ki, Mədinədə ki, Həzrət Məhəmməd biraz rahatmış, biraz fürsəti varmış, siyasət ilə, güc ilə də ilgisi yox imiş. Orada neçə min ayə gəlib onu dedik. 4000 neçə yüz. Mədinədə isə ki, Peyğəmbər Məhəmmədin başı qatışıqdır siyasətə, gücə, savaşa, o üzə, bu üzə. Burada görürük ki, ayələr yenib 1500 hududuna. Yəni bu adamın vaxtı yox idi bu qədər şey desin. Amma sübdən axşamı da adam danışırdı da. O zaman ki millətin içində də danışırdı. Biri bir səlamət. İndi məsələn bunların hamısı kim nə deyibdi, harda nə deyibdi, nə qədər bunu dəyişdiriblər, nə qədər. Bunların hamısı hər halda bu hədisçilər birinci dəstədilər ki, İslamı o qədər yalanla, doğru ilə biz tanıya bilmirik bunları. Doldurublar, şişirdiblər ki, Quran yox olubdu. Yəni baxın da burada heç birisində deyilmir ki, Quran şeydir, məbnadır İslama. Bunlar fiqh yaradıblar. Bu 5 imam. İslam bunların kökü. İkincisi fəqiqlərdir ki, bu imamlardan başlanaraq mollalar başlayırlar. Bunları fiqh eləyərək. Fiqh o qəd yekəlir hədisə bağlanaraq. Fiqh hədisə bağlanır. Fiqhin mənbəyi hədislərdir. Fiqh hədisə bağlanaraq o qəd yekəlir ki, fiqh özü hədislərin onlar qatı, yüzlər qatı olur. Və tarixə bağlıdır, zamana bağlıdır, şəraitə bağlıdır, təcrübəyə bağlıdır, elmə bağlıdır və yaşam şəraitinə bağlı olaraq, mənfəətlərə və zərərlərə bağlı olaraq bir fiqh yaranır İslam dünyasında. Ki bu 5 məktəbin fiqhi heç birisi İslama bağlı deyil. Dinə bağlı deyil. Mollaların, imamların düşüncələri üzünə bir bina tikilibdir ki, onun içində Quran qoyulubdur bir dana camdan, şüşədən, bir camdan, bir məhfəzənin içinə bağlanıbdır, dövrəsinə də alarm qoyulubdur, buna yaxınlaşsa səs salar, sizi tutarlar. O qədər bu hədis və bu fiqh və şəriət
o qədər yekəlibdir ki, İslam dünyası ki 2 milyarda yaxın insandır, bunun içinə giriblər, boğazlarından üstə də, gözləri də tutulub, hətta deyə bildik, nəfəs çəkməyə qadir deyirlər, yol verməyə qadir deyirlər. İlla ki, gərək bura quruna bu adamlar buradan çıxalar eşiyə. Bu da müyəssər deyil, illa ki, bu nəsli ki, bunun içindədir, bunlar da ölələr, o birisi nəsli quruluqda dünyaya gələrlər, İslamı götürürlər, yapışarlar, Qurana görürlər, sadədir. Bu sadələrin və değişkəndir Qur'anın içində. Bu değişkənliyi yaşama, tətbiq eləyələr, onun üzrə təzaşdan güclənələr və təzaşdan qüdrət sahibi olarlar, təzaşdan eləyə bilərlər ki, dünyanı idarə eləyərlər. Allaha şükür olsun, bu günü də bizə qismət elədi. 3 kitabla tanış olduq, birin qabaqcan oxuduğumuz üçün oxumadıq və biri çox ərəb olduğu üçün fətvalar və yazısı da çox özəl olduğu üçün oxuya bilmədim. Onun ərəbcəsində lağəl oxuya bilmədim, ərəbcəsini türkçəsini lağəl oxuya bildim oradan buradan 2-3 sətr. Amma ərəbcəsini çox zorla oradan buradan biraz oxudum. O da olmadı, gördüm ki olmayacaqdı, qoyduq qırağa. Fiqh idi və 3-cü kitab ki oxuduq, Qur'an-ı Kərimi açdıq, ondan da oxuya bilmədik. Çünki türkçəsi fərqli, həm çox fərqli yazılıbdır, həm də əyri-üyrü yazıldığı üçün onu da oxumadıq və mənim türkçə savadım ona çatmadı. Mənim türkçə savadım olmadığı üçün o kəlmələri belə oxuya bilmədim. Amma bu da tanışdırdıq. İnşallah ki, bizim nəslimiz, gələn nəslər bunları oxusunlar. Sağ olun, sağ qalın. Ömür olursa, Allah lütf elərsə, vaxt verirsə, imkan yaradırsa, bir başqa gün, bir başqa kitablarla ya kitabla ki, əl yazısı olmuş ola, neçə yüz il bundan yazılmış ola, öncə yazılmış ola, onu deyək. Əlbəttə, burada dedim ki, o kitabı ki, açdıq, oxuduq, fikri, o 1049-da başlanıb yazılmağa 1050-də qutarılıbdır. Onu bildik tarixin, yəni hududən 398 il öncə o kitab yazılıbdır. Əl yazımı idi hamısı, amma o birisi iki kitabı, bir kitab ki, Xoldən əslən sildik, o Xosrow Şirinin adında onu sildik, onun tarixi ilə qabaqcan danışmışıq, onu ora müraciə eləməlidir. Qur'an-ı Kərimin də üstündə tarix görmədim. Yəni, yazmazlar. Normalda budur ki, əgər çap olsa, cildin üstündə yazarlar, ya içəridə o səhifə ki, ona mərbutdur, orada yazarlar. Amma kitabda normalda yazmırlar. Mütəəssifanə yazarın da adını yazmırlar. Hər halda beləsi bir vəziyyətdir bu günləri. Sağ olun, sağ qalın, görüşmək üzrə.